Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günleri Allah'a min mertebe şükürler olsun ki Cəhalət Mühəndisinə Qələbənin 243-cü bölümün başlayıram. Dünənləri bir şey ağzıma gəlmişdi deyim, yadımdan çıxartmışdım. O da budur ki, o Ərəb proqramına qulaq asanda eşitdim ki, adam deyir ki, Hindistan, niyə bizim Hindistandan xəbərimiz yoxdur, amma Əndülüsdən xəbərimiz vardı. İslam dünyasının bir Batı Əndülüsü var, bir də Doğu Əndülüsü var, Şərq Əndülüsü var. Batı Əndülüsü ilə tanıdığımız Əndülüsdə İspaniyanın işğalındadır indi. Niyə oranı tanırıq? Çünki oranın yazı dili, düşüncə dili ərəbcədir, elmi dili ərəbcəymiş. Amma doğudakı şeyin adı Hindistandır və oranın yazı dili farscadır. Mən dünənləri bunu axtardım, sizə də bəlkə göstərdim burada ki, ChatGPT-dən soruşdum. Dedi ki, ən azı 60.000, yap çoxu 160.000 ərəb əlifbasından yazılmış, yazılan dillərdə yazılmış əl yazma kitablar var Hindistanda. 8 milyon kitab içində. Ki, hindilərin müxtəlif dildə yazıblar. Bu 60 ilə 160 minin içində olan kitablar ibarətdirlər. Ərəb dilində yazılan, Osmanlı türkcəsində yazılan, farsca yazılan, ordu və başqa dilləri ki, Hindistanda var və onlarda bu dildə yazıblar. Onlarda yazılanın hamısı bir belədir. Bu nəyi göstərirdi? Bu bunu göstərir ki, onlar ki, keçən 250 ildə cəhalət mühəndisliyin İslam dünyasında qurğulayıblar. Elə qurğulayıblar ki, bir universitet ustadı ki, özü də zahirən bu ustad ki deyirəm, bu ustad alternativ düşüncəli bir insandır və tarixi fərqli düşünməyə çalışan bir ərəbdir. Amma bunun zehnində bu vardı ki, Hindistanın rəsmi dili farsıymış. O halda ki, 8 milyon əlyazma kitablardan ki qalır, sadəcə 160 mindən 160 min arasında kitablar o şey ki, ərəbi əlifba deyilir, onunla yazılıbdır ki, dediyim dillərdə ərəb dilinin özüdür, türkcədir, farscadır, orducadır və o birisi dillər ki, orada ondan yazıla bilər. Məsələn, deyək ki, Pəştundur, nə bilim, nədir, onlar ola bilər. Onu yadımdan çıxmışdı, ya da demişəm özümün yadımdan çıxıbdı, hər halda onu gördük. Ki, bu günlər görək ki, hangi kitab bizim ürcahımıza çıxır, onu bu günləri oxuyaq və əlbəttə dünənləri 2 kitab açdıq. Yadıma gəlir ki, 2 kitab açdıq, amma təəssüflə eləyə bilmədik ki, oxuyaq. Birincisi, dünən oxuduğumuz kitab Ronaqul Bostani idi. Türk dilində yazılmış kitab 1900-cu ildə yazılıbdır. Və bu kitab əkinçilik, bağdarlıq və hasıl saxlamaq üzrə yazılmış bir kitabdır. Təxəssüs, çox uzmanlı sahəsində, çox da önəmli bir sahədə bir kitabdır. Əcəba bundan öncə varmı, yoxmu? Sualı var, gərək axtarıb adam tapan. İkinci kitab ki, açdıq və oxumadıq, üçüncü kitabda açdıq, gördük ki, yaxçıdılar, buralar oxumadıq, dedik, qalsın bu günə. Bu gün onu açaq, görək ki, nədir? Kitabın başında yazıb Risalə-i Nuriyyə. Yazıbdır ki, 102 səhifədən ibarətdir. Mən bunu açım, görüm ki, nə deyir burada? Əvvəl kitabın özünü açırıq, görürsünüz burada. Kitabı açıblar. Nəzərə gələn kitab fotokopudur. Yəni, əsl kitabdan şey götürülməyiblər, fotokopudur götürüblər. İkinci səhifədə bir ingilisi bir şeylər yazıbdır, gələrik, baxarıq. Kağızın qərəliği mənə bunu deyir ki, bu kitab nəysə bu, aha, sonudur. Dünənləri bunu aparmışıq ora, ona görə. Bu kitab Princeton Universitetəsində saxlanır, kitabxanasında
və adı əlbəttə burada yazıb ki, Əfəndi Qazizadə Risale-i Nuriyə لفقراء القادریه تألیفی Həzrəti Muhammed Tahir. Belə bir ad yazıb burada üstə. İndi bu əlifba ki yatışıqdır, bir-birindən ayrı ərəb əlifba, onu oxuyurdım. İndi Risale-i Nuri li فقراء القادریه تألیفی Həzrəti Muhammed Tahir Əfəndi Qadizadə. Tamam. Bunu əvvəl kitabın adını yazaq. Risale-i Nuriyə li Fuqarail yazan kimdir? Fuqarail Qadiriyyə təlifi Həzrətin bizdə yazıq elə. Allah rəhmət eləsin. Muhammed Tahir Əfəndi Qazizadə. Tamam. Əlbəttə bir dənə Tahirin də yazdıq biz. Tamam. Yenə də buna yazıbdır ki, copyrighti yoxdur, istəmə bunun şeyi azaddır və aşağıda yazıb ki, bu kitab Qazizadə Məhməd Tahir. Məhmədi də Məhməd yazıbdır. Bunu da mən burada açıqlayayım. Məhməd yazaq ki, bilinsin. Türklər bunu əlbəttə bilirsiniz də. Həzrəti Muhammedin adına görə biz də uşaqlarımızın adını ya evladlarımızın adını qoyuruq Məhəmməd. Buna görə ki, Həzrəti Muhammedə ehtiram çox qoyulsun və onun adın nə deyərlər, bizim davranışımızla kirlənməsin deyə türklər Məhməd deyə qoyurlar, Muhammed yazmırlar. O hörmət üçün. Qazizadə rəhmətlik özü 1747-ci ildən 1838-ci il arasında yaşayıbdır. Kitabın yazıb ki 97 səfəsi var. Yəni əgər 100 desək olar 200 səfə. Bunun 3 səfə az olsa olar 194 səhifəlik filan kitabdır. Ya 195 səhifəlik bu hududda bir kitabla qarşı-qarşıya oluruq. Kitabın eni boyunu da yazıbdır. 23 santimetrdən çox boyudur və eni də 15 santimetridir. Burada bir şeylər də yazıb. İngilisdə two of the works are dated. Bu əlbəttə deyir bundan 2 dənə bu kitabxananın əlində zahirən bundan 2 nüsxə vardı. Text 3 is dated 21 Mühərrəm 1244. Məhərrəmin 21-də 1224-cü ildə. 1800 yox, bu orada yazıldı. Dördüncüsündə də yazıb, hətta is dated Şaban 1311. Dördüncüsündə də yazılıb Şaban. Bəllidir, bunlar nüsxədirlər. Daha nüsxə olduğu üçün tarixləri fərqlidir. And was copied by Məhməd Nuri Əl-Xadiri, the scribe of the Vaqif statement on filan. Text 2 is also in his hand. İkinci nüsxə də ondaymış elə.
all texts are written inside a single line frames. Hamısının dövrəsində bir dana çərçivə çəkilibdir. In red ink, qırmızı ilə. Text 1 and 3 and 5 are written in small nəqş in black ink. Bunlar da nəqş xəttlərin adıdır. Nəqş qələmi ilə yazılıbdır, qərə şeylə yazılıbdır, cöhər ilə yazılıbdır. Bir xətti də yazılıbdır. Cəlibdir ki, burada neçə dana nüsxənin bunların xəbərləri vardı, üstündə işləyiblər, biz mütəəssifanə işləməmişik. And have 16 ilə 19 sətr hər səhifədə vardı. 2-ci nüsxə ilə 4-cü nüsxə written by Məhməd Nuri. Bunları ikisini də Məhməd Nuri Əfəndi yazıbdır. Are written in a casual, medium, small, nəstəlik. İkisi də nəstəlik ilə yazılıbdır. Hər halda bunlar da o kitablara görə, nüsxələrə görə bir ittilaat ki qoyublar burada. Gedək kitabın özünə bir baxaq. Kitabı cildindən burada əks qoymayıb. Fikirəm sonunda da əks qoymayıb. Baxaq görək. Sonunda da bəli əks qoymayıb cildinin eşiyindən. Ona görə qeydaq buradan bir də baxanda görürük ki, kitabın cildini açıb beləsi əvvəl səhifədən əks alıbdır. Cildə yapışan səhifə ya da ki, səhifəni açıbdır, yox. Səhifəni açıbdır, cildə yapışan yox. Onun üstünə bir ingilisi ya latin hərfi ilə bir şey yazılıbdır. İkinci səhifədə də vəqfinamə yazılıbdır. Burada cildin qabı ki, belə gərək bağlanır, üstündən də çift kimi gəlir, bağlanır, onu da görürük. Burada vəqfinaməsini görürük və möhür, Məhəmməd Nurinin möhrünü görürük ki, tarixi də onun üstündə vurulubdur. Amma bu vəqfin tarixidir. Əcəba kitabın yazısının tarixidir, onu da bilmirik. Yenə də həmandan bir ayrı başqa səhifə qoyubdur və ondan sonra girir kitabın içinə. Burada 3 dana şey görürük, möhrü görürük ki, fərqləri var bir-biri ilə, amma görək ki, nədir? Risalə-i Nuriyyəni yap başda görürük, səhifənin yap başında görürük. Onun altında, əlbəttə birinci səhifədə çarçivəni görürük, qalin bir çarçivədir, fotokopudur bu, ona görə rəngləri bəlli deyil və ha belə görürük ki, o Osmanlı dövründəki nəqqaşilər kitabın əvvəl səhifəsində nəqqaşı çəkilir və o 3 yerə bölünür. O 3 yer də hamısı qərədir və kamil bəlli deyil ki, ora nə cür nəqqaşı olubdur. Birinci və ikinci səhifədə çox qalin o şeylə görürük, çarçivə ilə görürük. Amma o birisilərdə bu çarçivə görsənmir. Sadəcə orada yazmışdı qərə, qırmızı. Burada görürük ki, qərə görsənir, çünki fotokopudur. Burada haşiyənin özündə genə çarçivəyə salıbdır. Bu da bir taza bir işdir. O birisi səhifələrə getiririk. Yazı kitabın ortasındadır. 3 tərəfi boş qalıbdır yazı yazmaq üçün. Dövrəsində şey vardır. Bəzi kəlmələrin, cümlələrin başı üstünə xətt çəkibdir. Ehtimalən bir ayrı rəngi ola. Burada qərə düşübdür. Və məsələn, burada bir qələt yazıbdır. Cəlibdir. Bir cümləni bu sətridə, yap aşağı sətrdə bir cümləni qələt yazıbdır. Üstünə 1-2, bəlkə də 3 dana xətt çəkibdir, yap qərələməsin deyə xətt çəkibdir. Aşağıda onun düzəldibdir onu və ləqəd xələqnəl insanə fi əhsən təqvim ki, üstə qələt yazmışmış və ləqəd xələqəl insanə fi əhsən təqvim yazmışmış ki, kollən qərəliyib düzün yazıbdır. Bunu görürük və o birisi səhifələrdə də görürük. Qırağında yazıları görürük. Qıraq yazıları, o şey ki, ərəbcə haşiyə deyirlər, onları da görürük. Kitab ərz elədim, əsli kitabdır. Bu kitab ki, saxlayıblar bu Princeton Universitetəsində, bilim yurdunda. Bu əsli kitab da olsa, o kitabdan bir, buna görə ki, gəlib oxuyanlar o kitaba əl aparmayarlar, onu işlətməyərlər, o cırılmaya, o köhnəlməyə deyə ondan bir fotokopu çıxardıblar ki, insanlar təhqiq üçün buna müraciət eləsinlər. Amma bir zamanda çox şey olsa, ona da bir baxmaq bəlkə ola bilər. O da inanmıram bu rahatlıqda olsun. Kitaba baxırıq, məsələn, bu səhifədə 14-cü səhifə ilə qarşılaşdırıq ki, hər iki səhifədə də şeyi görürük, yazını görürük. 15-ci səhifə, yəni demək olar ki, 28-ci,
bəlkə də 26-cı səhifəyə baxırıq. Burada kitabın o çərçivənin ki, hamısına bir əndazədə çəkiblər. Standart bir, ehtimalən bir təxtədir, düzəldiblər, elə onu qoyublar, tamam səhifələrdə onu çəkiblər. Belə, yəni o yekəçiçik olmasın deyə. Onun birazını yazıbdır, sonra onun içinə bir xətt çəkiblər, altı boşdur. Orada bir, yenidən bir dairə çəkiblər, dairənin için özləri 1, 2, 3, 4, 5, 6 yerə bölüblər və 6 xətt orada yazıb, 7 xətt orada yazıblar. 7 yerə bölüblər, 7 xətt yazıblar. O da cəlib bir şeydir. Bu səhifələrdə bəzən o haşiyə yazı mətn yazıdan çoxdur ki, bunların bir-ikisini oxusaq çox yaxşı olar. Oxumaq üçün bunlar çox mühümdür. Kitab bəllidir, İrfan haqqında olacaq ehtimal verirəm. Nuriyyə deməkdən belə düşünürəm. Sürətini biraz çoxaltdıq, səhifələri vururam ki, görünsün, geçsin, görək ki, hara gedir və nələr görsən, fərqlər görürük. Bəzən də bu əks salanın barmaqların əksini görürük, rəddini görürük ki, kitabı açıbdır, hər iki tərəfə tutubdur və kamera da üstdən bunların əksini salıbdır. Sonra burada yetişirik. Elə bir kitab burada birinci bölümü qutarır. İkinci bölümə geçəcəkdir. Bunları hətmən baxarıq ki, görürük nədir. İkinci bölüm buradan başlanır, ya ikinci kitab buradan başlanır. O da 2-3 səhifədir, çox deyil. Yəni 2, 4 səhifəlik bir qıssa mətləbdir. Ondan sonra təzəşdən yenə Bismillahirrahmanirrahim deyə bir ayrı bölüm başlanır. Amma onun da üstünə nəqqaşı üçün yer qoyublar və nəqqaşısı da çəkilməyibdir. Bu da bunu göstərir ki, bu kitab da bir çox kitablara görə son mərhələlərdə əl vurulmayıbdır. Burada da qıraqda bir də mühasibələr var, görürəm ki, amma bunlar nə üçündür? Bunları da bir baxarıq yenə yetişsə ömrümüz. Bu səhifədə yenə də o, əlbəttə bunun yazıları, çərçivəsi qabaqçından uzundur. Qabaqçı qıssa idi, bu biraz çox uzundur. Ondan bunun içində, bu səhifədə dairələr içində də yazır ki, dairənin içinə də düşə bilir və belə yaza bilirlər. Çox gözəl görsənir əlbəttə. Bu o qədim zamanda bunlar olduğu üçün məncə çox böyük belə işlər görülmüşlər. Yenə burada 1200 ehtimalən Risalənin ki, biz orada deyik, birinci tekst, ikinci, üçüncü, dördüncü, beşinci o tekstlər burada, yəni o yazılar, əl yazmalar deyək, o əl yazmalar bu kitabda yerləşən bölümləri deyirmiş ki, mən də deyirəm ki, onlar müxtəlif nüsxədirlər. Nüsxə yox, müxtəlif nüsxə görünmür. Çünki burada da yenə bir ayrı tarixlə qarşı-qarşıya dururuq. Bu da qurtarandan sonra o birisi kitab baxır, Risale-i Sirri Dövran başlayır. Bu da dahi səhifənin çox yerini tutur. Onların dövrəsində çox boş yer var idi. Bunun dövrəsində az boş yer vardı yazı yazmaq üçün. Amma bununla belə çox ciddi buna da haşiyələr yazılıbdır ki, qıraqda yer qalmır bəzən. Görürük. Bəzən də bunların yazmaqlarında gərək ki, sətir belə düz olsun, beləsə əyri-əyri yazıbdır. Bu da bir şeydir ki, görürük burada. Çox, bəzisində vaqəən çox kəlmələr çox yazır. Xətt çox gözəldir. Əslində, bu xətlərin hamısını mən oxuya bilirəm. Bu da yenə 1311-də qutarır. Bu adamın dedik ki, ömrü havaq idi. Dedik, bunu yenə ərəbisini çıxadaq, ərəbisini çıxatmasaq, yəni İslami tarixini çıxadaq, olmaz. Mühərrəmül Həram 1162-də yazılıbdır bu. Eyni halda bir də 1311-də yazılıb. Yəni, bu bunu göstərir ki, kitabı yazanla nüsxə götürən fərqli adamlardılar. Əl-Fəqr Seyyid Məhəmməd Nuri Əl-Qadiri fi Şəbanil Müəzzəm 1311. Bu 1311-də yazılıbdır bu şey. Qadiri bunu, o Seyyid Məhəmməd Nuri Qadiri bunu 1311-dən nüsxəliyibdir.
Amma bunun yazılması Əlləbəci Hürrə fi sənəyi 1162 o zaman yazılıbdır. Yəni bununla onun arasında az qala bir 150 il ara vardı bu ikisinin arasında. Ondan sonra geçir bir ayrı kitaba ki bunun gene içindədir. Kitab-ı Dəlili Bədələn və Dəftər-i Aşiqan. Calibdir. Bunun da dövrəsinə belə bir ayrı cür bir nəqşə çəkibdir. Kitab-ı Dəlili Bədəla və Dəftər-i Aşiqan Seyr-i Arifan və Xiyal Nadan و دلگشای طالبان تعلیف Qıyğusuz Əbdal Sultan. Yazan da, əsl yazan bu kitabı budur. Nüsxə alan ayrı adamdır ki, bunu yenə əgər ömür olursa, fürsətimiz olursa oxuyarıq. Çünki Allah bu fürsəti, ölüm o qədər insana yaxındır ki, bir nəfəsdən də azda, göz qırpımından azda insanlar ölüb bu dünyadan köçə bilirlər. Və onun üçün və burada 96-cı səhifə əslində son səhifə ola bilər. Kitabın son bölümünü görürük, amma bir səhifə açdırdıq. Yəni bir vərəqdə heç zət yazmayıbdır, boş qoyublar yazı üçün, amma yazmayıblar. Və ondan sonra yenə bir dana gözəl xəttinə burada gözəl bir şeydir, bunu oxuya bilsək. Yenə də yox var, bir dana, o da bir səhifəlikdir, o da qutardı. Bir ayrı səhifə ilə başlayır. Bismillahirrahmanirrahim ilə. O da 3 səhifəlik bir mətləbdir. Ondan sonra da yenə bir duayı dəfi ələmi səbyan deyə yazıbdır və ondan sonra dua budur və kitab bitdi. Kitabın sonunda da bir mətləblər ingiliscə yazıbdır ehtimalən. Risale-i Nuriye li Fikra-i Kadiriye. Yenə bir ayrısı da belə. Risale-i Sirri. Aha, kitab, o risalələrin adını yazıb. Bunun içində, bu kitabın içində olan risalələrin adını yazıbdır. A, birincisi Risale-i Nuriye li Fuqara-i Kadiriye. İkincisi B, Risale-i Sirri ül Dovran. Üçüncüsü C ya C, Kitab-ı ül Delil, Kitab-ül Delil Budala ve Defteri ve Seyri Arifan Talifi Qıyğusuz Əbdal Sultan. Copied by Şeyh Məhməd Nuri. Kopyalıyıb yazan dedik, nüsxəliyən budur. Kitabını da burada yazıbdır. 23 cm, 15 cm-də Rollings and Ornamentations, Marbled Boards since falan. Burada kitabın burasıydı. Gedək kitabın əvvəl səhifəsinə. Kitabı bir 3 dəfə dövrəndiririk, gəlsin. Burada kitabı başlayaq oxumağa, görək ki, bu vəqflər nədir? Bu qismət ki vardı, onu o latincəsinə iş oxumağına da getmirəm. Vəqf olan qismətində görək nə yazır? Bir dənə möhr görürük vəqf kəlmənin altında. La ilahə illallah fəsəbbih Allahu bu oxuyanmıram bunun nesini. Risale-i Nuriye li Fuqara-il Qadiriye talifi Hazreti Muhammed Tahir Efendi Gazizade Şeyhül İslam Dövlətil Osmaniye ve Müfti'l Enam fil Seltenetil Es-Seniyye sabiqən aleyhi sicalür rahmeti vel mağfiret. Bunun bu adam Şeyh Tahir'in mövqeyində yazıbdır ki, Şeyhül İslam'mış, Dövlət Osmaninin Şeyhül İslamiymiş və eyni halda müftiymiş. Müfti'l Enam, yəni ümumi müftiymiş millətin. Fis-Seltenetil Seniyyətə sabiqən aleyhi sicalür rahmeti vel mağfiret. Vəqəftu hazəl kitabi li rizai rabbil bəriyyə.
Bu kitabı vəqf elədim Allahın rizası üçün. Və vəza'tu bizaviyyətəl qadiriyyə və onu da qadiriyyə zaviyəsində qoydum. Fi mahalləti Üsküdarinin Üsküdar fi mahalləti İskəndərbəy məhəlləsində Əl-Muhtəsəbi bi qərbi Qərəcümrüki fi Darül Xilafətil Qüstəntaniyyə. Qüstəntaniyyə ki Darül Xilafədir, onun yaxınlığındakı Qərəcümrük yaxınlığındakı mühtəsəb, indi mühtəsəb orada həttəmən maliyyatçıdır, nədir? Ondan deyir. Ora qoydu. Əlləti bənahəl mərhuməti Əlimə Xatun. O yeri də Əlimə Xatun adlı bir, Allah rəhmət eləsin, o xatun o evi, o məhəlli tikibdir. Amma bu zaviyən yəni. İbnətəhul Mevla Osman Əfəndi Müstəcizadə. Onun da qızı İbnətəhu, bəlkə də oğludur, bilmirəm. Oğlu olacaqdır. İbnətəhu, yəni o xanımın qız, oğlu. Mevla Osman Əfəndi Müstəcizadədir və zəvcətə şeyx el-arifil ilahi Əs-Seyyid Mustafa İlahi Əl-Qadiri. O da xanımısı da Şeyx Arif İlahi Seyyid Mustafa İlahinin qızıdır. İlahi Qadirinin qızıdır, qəddəs sirruh və huvəl əxul əkbəri vəl murşidil köbəriyyət əl-əhməri licəddi və məlazi əş-şeyx el-arif billahi Seyyid Süleyman Əs-Safiyyəl Qadiri ki, əl-hada bunlar da deyir, mənim şeyimdilər, böyüklərimdilər, yəni mənim böyük qardaşım. Və huvəl əxul əkbəri vəl murşidil köbəriyyətil əhmər licəddi, mənim cəddimin, yəni babamın, biz baba deyirik Təbrizdə, onun qardaşının və məlazi əş-şeyx el-arif billah Əs-Seyyid Süleyman Safiyyəl Qadiri qəddəsə sirruh və ənəl həqir, bu kimdir yazan? Və ənəl xadimül füqərai və əfqəril məvali Əs-Seyyid Məhəmməd Nuri Şeyx Həsən Əfəndizadə əfə ənhuma səni. Bunu vəqf eləyənin də kimdir? Seyyid Məhəmməd Nuri Şeyx Həsən Əfəndizadə ki, Allah, yəni Şeyx Həsən Əfəndizadənin oğludur. Səni-i səb'ə və səmaniyyətə və əlif. Bu da özü yazıb ki, mən əl yazısı ilə yazıb, yəni ədədini yazmır ki, səni-i səb'ə və sələsəmiə və əlif 1307-də bunu vəqf eləyibdir. Tarixi vəqfi yazsaq, vəqfin tarixi 1307-dir. Aşağıda da möhrü var, əlbəttə o möhrü biraz yekəldik, görək ki, o möhr ha zaman yazılıbdır. Bəlkə bizə bir faydası toxunar o möhrün bu həddə. 1304. Yəni bu kitabı vəqf eləməkdən 3 il öncə bu vəqfi möhrü varmış, möhrü qazdırmışmış. Islamic MSS, onları da geçək ki, bilmirik nədir. O səhifəni oxuduq, tamam, bu birinci səhifə bundan ibarətdir. Bunu biraz da kiçilsək və gedək burada kitabın üstünə. Dedik ki, burada da 3 dənə möhr vardı. Ehtimalən Xadimül Füqəra Seyyid Sultan Safiyyü Qadiri. Bir dənə də burada Seyyid görsənir, amma nədir o? Dairənin özü Seyyiddir kəlməsi. Amma aşağıda da bəlkə yazı olsun. Görək bunun qırağında nə yazıbdır? İstanbulda Qərə Gümrüki qurbində Mühtəsəb İskəndərbəy məhəlləsində, məhəllənin adı Mühtəsəb İskəndərbəydir. Qapaqulaq çeşməsi qarşısında, burada bir çeşmə varmış, onun qarşısında, qabağında, rubəru farsça deyirlər, qabağında Müstəcizadə Kəriməsi
Elimə Xatunun bənakərdəsi olan Şeyx Seyyid Sultan Müstəfa Ahiyül Qadiri Həzretlərinin dərgah-ı şərifinə vəqfidir. 1307. Bunu da bir ayrı adam gene Qadiridir. Safi Qadiri, Süleyman Safi Qadiri diye bir adamın mührüdür. O Süleyman Safi Qadiri diye bunu 1307'de bura vəqfin təyid edilib ki, bura vəqfidir ya da vəqf edilibdir. Sonra da aşağıda 2 dənə ayrı möhürlər var ki, oxuya bilmirəm. Risale-i Nuriyyəni burada başda görürük, yazıbdır. Görək ki, bu kitab nədir? Əlbəttə bunun tanıtdırmağına neçə dəqiqə vaxt qoyduq? 30 dəqiqə. Allah Allah, çoxdur. Yəni əlbəttə kitab çox önəmlidir, ona görə gedir. Buradan başlanır kitabın içini oxumağa. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi tahhara quluba Elhamdülillahillazi tahhara qulubal mu'minin bi nuril iman ve nevvera fuadil aşiqin bi tenviril irfan ve salatu ve selam ala seyyidina Muhammed allazi huve menba'ul ilmi vel irfani ve ala alihi ve sahabihi allazina hum nucumul huda vel irfan. Qutardı. Buracan kitabın əslində qonusu bəlli olur. Yəni bu müqəddəmədə bəlli olur ki, kitab nə haqda danışacaqdır. Və bə'd fəyəqulul abdul haqir el-qazi zadə Məhəmməd Tahir el-Hənəfi məzhəbən. Özünün məzhəbində müşəxəs elədi ki, kimdir bu adam? Məhəmməd Tahir Qazizadə. Kitabı yazan Məhəmməd Tahir Qazizadə. El-Hənəfi məzhəbən vəl-Qadiri təriqətən vəl-müdərrisi bidarüssəltənə. Özü də dövlətin mədrəsəsində müdərrisdir, dərs deyir, müəllimdir. Vəl-müdərrisi bidarüssəltənəti əl-səniyyə zahirən və xadımü şərifi lil-Əhmədiyyə məsləkən. İşi də budur ki, orada bir xadim-i şərifi əl-Əhmədiyyədir. Orada Əhmədiyyə nə mənədir bilmirəm əlbəttə. Və turab-ı əqdəm-i ricalil irfan məhəmmiyyə ya məhəmmiyyətən vəl-aşiqi bi rü'yəti nurul əhədiyyə məşriyyən ki, aşiqdir bu da nurul əla. Bəlkə də illa olsun, amma nurul ilə hədətihi məşriyyən. Həsbətəllahu Teala və tələbən limərazatillahi salikan rahi həqiqət olan. Buradan başladı, Türkçəyə geçdi. Salikan rahi həqiqət olan qərəndaşlərimizə və füqəra qadiriyyəyə və təriq-i illiyə-i sairiyyələr salik olan və baxüsus, bexüsus yerinə baxüsus, yəni öncədən bu ədəbisi baxüsus olmuş, bexüsus deyilmiş. Və baxüsus bu əbd-i fəqirdən yəd tövbə alan övrəd əvradın cəmi olacaq. Övrəd-i mənəvilərə sulukiləri asan olmaq üçün və bidət və zəlalətdən xilas olaraq əshəli vəçhi üzərə, zəban-ı türki üzərə bir risalə cəm və naminə Risale-i Nuriyyə deyü təsmiyə və 41 fəsli üzərə tərtib və təhrir olunmuşdur. Mən hətta görürəm ki, elə hamı deyir ki, Osmanlının dili yəni bu qədər insanları ahmaq ediblər. Çünki baxın, illəti də budur. Bizim gözümüz radioda, televizyonda, müəllimdə, ustadı danışqahda, sıxanranlardadır da. Yəni bunlardır ki, çıxış edirlər. Biz bunlardan öyrənirik və onları mənbə elmi bilirik, onları düz bilirik. Onların elmi əyri olandan sonra nəticədə əyri olacaqdır. Onların beyinləri hamısı bu ustad dediklərimiz, ayətullah dediklərimiz, molla dediklərimizin hamısının beyni düşmənin işğalındadır və onların ağzından çıxan söz din adına da çıxsa, İslam adına, İslam xidmətinə çıxmır. Düşmənin xeyrinə çıxır. İslam xeyrinə, müsəlman xeyrinə onların ağzından bir söz çıxmır.
Amma burada kitaba baxırıq, görürük ki, deyir ki, mənəvilərə sulukiləri asan olmaq üçün dəlilə baxın ha. Buna görə ki, türk insanı ilə istir danışar. Niyə Quranda da deyir ki, mən Quranı ərəbcə göndərdik? Çünki ərəb insan anlasın nə deyir da? Bu da deyir ki, sulukiləri asan olmaq üçün və bidət və zəlalətdən xilas olaraq əshəl vəc üzərə. Asan, əshəl, asanın daha asanraq. Əshəl vəc üzərə, zəban-ı türki üzərə, türk dili üzərə bir risalə cəm elədi, yəni və naminə Risale-i Nuriyyə dedi. Risale-i Nuriyyə deyə buna ad verdik. Təsmiyə deyir, təsmiyə və 41 fəsl üzərə tərtib və təhrir olunmuşdur. Fəsl əvvəl Allah-i Təbarək və Teala Həzrətləri sairi ərvahi xəlq və icadindən burada yarın danışar. Əvvəl Muhammed Mustafa sallallahu aleyhi və səlləm Həzrətlərinin ruhi şərifini xəlq və icad eylədi. Nitekim kuntu nəbiyyən və Adəmə beynəl mai və tin buyuruldu. Anın üçün əvvəlül ənbiya xəlqən və axəruhum bə'sən. Əvvəlül ənbiyai xəlqən və axəruhum bə'sən buyuruldu. Məchul deyir özdə. Demir ki, Həzrət Muhammed dedi ya hər kəs dedi. Buyuruldu, deyilibdir. Şəfai şərif şərhi şəhabədə. Şəfai şərif, bu şəfa deyəndə gedir Allah rəhmət eləsin Əbu Əli Sənanın kitabına gedir. Şəfai şərif şərhi şəhabədə. Ona bir şərhi yazıbdır, onun adı şəhabidir. Şəhabidə məzkurdur ki və şərrəfna bin nübüvvəti ə'ləmən lil mələ'il a'lami lil mələ'il a'la. Yəni mələ'i e'lam üçün ruhini nübüvvət ilə müşərrəf qıldı. Tərcüməsi də bu oldu. İndi ruhinə nübüvvət vəsf vaqi oldu və sifət nübüvvət sifət vaqi oldu və sifət-i nübüvvət bə'dəl mevt baqiyədir və la yəqirru inqita'əl vəhyi bə'də kəmal dinə. Burada mən yəqirru oxudum, amma ola bilər ki, ayrı bir şey olsun, çünki bu biraz qatışıqdır burası. La inqita'əl vəhyi bə'də kəmal dinə. Bilmirəm nə mənə olar burada. Yəni Həzrəti Muhammed aleyhisselamın dini gəndə bu tərəfdə də cəlibdir ki, burası da sələndən sonra nə mənəsində burada yəni Həzrəti Muhammed aleyhisselam dini kəsiləndən sonra vəhyin inqitai dəxi müzir dəyildir. Aha, orada la yəzirru üstü olacaqdır və la yəzirru inqita'l vəhyi bə'də kəmal dini. Yəni Həzrəti Muhammed aleyhisselam dini kəsiləndən sonra və vəhyün inqitai dəxi müzir dəyildir. Nitekim buyurulmuşdur əl-yevmə əkməltü ləkum dinikum dəxi rivayət axir ilə məzkurdur. Kuntu nəbiyyən və Adəmə beynə ruhi vəl cəsəd. Bir ayrı ruhədə beləsi hədis gəlibdir. Ben nəbi oldum, Adəm ruhi ilə cəsəd arasında idi. Yəni Haqqı Teala benim ruhimə nübüvvət ilə təcəlli eylədi və Adəm ol vaxt beynil ruhi vəl cəsəd idi. Və dəxi bundan sonra çox gözəl cümlələr qurulubdur. Çox gözəl. Gözəl yazıb, gözəl cümlələr qurulubdur. Vaqən eşq olsun, eşq olsun. Allah rəhmət eləsin. Və dəxi bundan sonra məlum ola ki, mənim şeyximin şeyxi Qutbul Arifin, Qavsul Vavsilin, Həzrət-i Seyyid Ali Əl-Bəndənci ya Bəndbəxi, belə bir şey, Bəndənci olacaqdır. Hər nədir bunun adı?
deyir mənim və dəxi malum ola ki, bundan sonra məlum ola ki, mənim şeyximin şeyxi, şeyxinin şeyxi, onun adı nədir? Qutbul Arifin, Qavsus Vasilin, Həzrəti Seyyid Ali Əl-Bəndənci. Qəsidə-i Əliyələri şərhində Ruhi Muhammediyyəyi təhqiq. Gedək o birisi səhifəyə görək ki, bizə o birisi səhifəyə icazə verir gedək. Niyə getmir bu? Bəlli deyil ki, niyə getmədi? Buyururlar, bir miqdarını ibarət ilə təbərrükən saliklərə zikr ilə edəlim. Vücudi kəmişqatun misbah ruhuhu məza kəfanusun bi batinihi şəm'un. Bu şeyin güzidəsin zikr edelim. Ya o hal birazın o şeirin deyir. Bu şeir deyil əlbəttə. Deyir ki, nə mənəydi o? Dedi ki, Elinələri şərhində Qəsidə-i İlliyələri şərhində Ruhi Muhammediyyəyi təhqiq buyururlar. Həzrət Muhammedin ruhu haqqında bir şey deyirlər. Bir miqdarını ibarət ilə təbərrükən saliklərə zikr edəlim. Vücudi kəmişqatun bi misbahin ruhuhu məza kəfanusun bi batinihi şəm'un. Qəsidənin beyti budur. Şərhində buyururlar ki, vücud cismani kəmişqatın, benim bu ənasirdən mürəkkəb olan vücud cismanim və qiyafəti kəşşafim ola bilər ya kəsafim mişkat kibidir. Onun üçün xaricə təriq yoxdur. Bimisbah ruhuhu cəm'i ərvah kəndüsündən cəmi ərvah kəndüsündən istimdad eylədiyi Ruhi Muhammediyyənin siracı nuri ilə məzi' münəvvər həqiqətdir. Şəms yazıbdır. Şəmşün və qəmərün və nücumun nuri gibi. Kəma qıylə və kulluhum min Resulullahi multemis غرفا من البحر أرشفا من الديم yani demek olur ki cəmi peyğəmbərlər və awliyalar Resulullah'dan tələb eylərlər. Ol Resulun bəhri ulumindən bir avuç su tələb edicilərdir. Yaxud Resulun yağmuri elmindən bir ağız su tələb edərlər. Bir ağız, bir qurtum biz indi deyirik. Bir ağız su tələb edərlər. Bu beyt məlumdur. Qəsidə-i bərrə sahibindir. Qəsidə-i bərrə sahibindir. Lakin Seyyid Ali Həzrətləri münasibət ilə zikr eylədi. Təhqiqən sizlərə məlum olsun ki, bu Ruhi Muhammediyyə cəmi həqaiq suriyyə və mənəviyyəyi cami olan bir həqiqətdir. Ol həqiqət ərşüdür. Zira əvvəl ma xalaqallah əl-qələm, yəni Ruhi Muhammediyyə deyib bəyan olundu. Allah Teala'nın ibtida xalq elədiyi qələmdir ki, o Ruhi Muhammediyyədir. Burada qələm dedi. Deyir ki, Allah əvvəldə qələm xalq elibdir. Qələmdən də murad Həzrəti Muhammedin ruhudur. Ki o Ruhi Muhammediyyədir. Və huvə ruhul azəmullezi təkəvvənət. Və o da özü məni eləyir. Mən bunları məni eləməyə ehtiyacı yoxdur. Müntəhə minhəl ərvahu və tənəvvərət əl-əşbahu əv Ruhi Muhammediyyə Ruhi azəmdir ki cəmi'i o Ruhi Muhammediyyə Ruhi azəmdir ki cəmi'i ərvah ondan zuhur və istifazə eylədi və cəmi'i əşbah ondan nurləndi. Kəma
جاء في الحديث أن أمن الله أمن احتمالا من bunu necə oxuyayım? Ənə minəllahi və vəl-muhsinunə minni vəl-mu'minunə minni. Yəni ənə min nurin tecelliyel haqq vəl-mu'minunə min nuri. Yani ben Allah Tebarek ve Teala'nın tecelli nurinden mütecelli oldum ve müminin benim nurimden ve hiye mertebetu şefaati o mertebetu şefaat o mertebeyi şefaattir. Bu kadar ile iktifa edelim şimdilik, zira münasibetle aşağıda ruha dair beyanımız vardır ve hem dahi tetvil kelam tetvil kelam eylek ruha melal verir ve hem dahi tetvil kelam eylek ruha milak verir. Fasl sani ol ruhi bir galafe muhtaç olduğundan fasl sani ol ruh bir galafe muhtaç olduğundan Allah Tebarek ve Teala kendi cemalün temaşa kılmak için bir avuç torpaktan Hazreti Adem'i halk ve icat buyurdu. Hatta Hazreti Tine hammeret tineten Adem biyedi 40 sabahen حتى همرت من بلا سخرام بلشكلة أخرى حتى همرت تینة آدم بیدی 40 sabahən buyuruldu və ol qalibə ruh verildi. Gerçi əhli vəhdət indində nəfs və ruh və qəlb və aql və sirr cümləsi şeyun vahiddir. Gerçi əhli vəhdət indində nefs, ruh, kalb, akl ve sır 5 tane. Cümlesi şeyun vahiddir. Sıfatı tebdil oldukça ve bir itibarıyla bir ismi verilir. Bir kimsene kendi cisminden ve cesedinde mütesarrif olan ruh cüz'iyyesidir ehtimalen. Ki ana nefs-i natiqə dahi derler. Cism və cismani olmayıb, cəsədinin daxilində və xaricində olmayıb, tədbir və təsərrüf edib, o birisinə gedək cümləni qutaraq, şərh bu qıraqda nə yazıbdır? La məkan və binişan, yəni bədəndə mövzi-i məxsus olmayıb, insan hər nərəsinə bərmək basarsa orada bikülliyə mevcud olub təcəzzi və inqisami qabil olmayıb cümləyi əzada təsərrüf edən və cümləyi bədəni mühit və yenə cümlədən münezzeh ve müberradır. Hatta əza insanidən bir üzvə noksan ve zeval tari olsa yani sarı olsa ona taraf ya darı olsa ve zeval tari olsa ana zeval gelmez. Bu məqamidə bizə zahirən sual vardır. Olur ki فصل اولdə bir miqdar ruh-i Muhammediyyə və həqiqət Əhmədiyyəyə dair bəhs və bəyanında bu miqdar ilə iktifa edelim diye etizar etmişkən yenə ruh bəhsinə şuru tənaquz gibi olur. Lakin cavab budur ki bizim fasl əvvəldəki ruh bəhsi ruh-i Muhammediyyə və həqiqətə mütəalliq olundur. Bu məqamidə beyanımız ruh insani galib beşeride olan ruhudur.
tənaquz yoxdur. Və indi növ-i nəbi bəni Adəmullah Teala sair məxluqatdan əşrəfi xəlq eylədi. Əşrəf xəlq eylədi. Və indi növ-i bəni Adəmi Allah Teala sair məxluqatdan əşrəf xəlq eylədi və cəmi kəmalat və həsən və hüsn cəmal insanidə mövcuddur və cümlə bu dünyada mövcud olan insanidə mövcuddur. Binaən əleyhi insan alemi kübra və bu aləm suğradır. Nitekim Həzrət Şeyx Muhyiddin el-Ərəbinin Füsəs-i Hikəm nam kitabını mütaliə edib zövqən dəxi hissiyab olanlara xəfi degüldür ki, burada o qalan bir hədis ya ayət yazıbdır, onu qələt yazıbdır, aşağısında silib silməyib, üstünə xətt çəkibdir, aşağısında və ləqəd xələqnəl insana fi əhsəni təqvim deyə buyuruldu. Məlum ola ki, insanın həqiqəti bu cövhər məhsus deyildir, bəlkə lətif-i Rəbbaniyə nuraniyədir ki, aləm-i lahutidə əhsən təqvim ilə xəlq olundu, sonra aləm-i əbdanə rədd olundu. Nitekim sümmə rədədnahu əsfələs-safilin deyə buyuruldu, zira aləm-i əbdan و əcsam silsili vücudun nizamında əsləfdir. İndi aqil və kamil olan kimsəyə lazım və vacib olan budur ki, həyat əbədiyyə və inayət Rəbbaniyyəyə nail olmaq üçün təhsil kəmalat el-sərmədiyyə və səadat-ı-səniyyə əsbabinə təşəbbüs edib, əvvəla bir mürşid kamil tədarik edib, bəd ittiba-i şəriət-il-Məhəmmədiyyə tərcihən nəfsə tərciyeyi bəlkə də tərbiyə olacaqdır. Tərbiyyətün nəfsə tərbiyeyi nəfsə səy eləyə olur. Səy eləyə olur. Tamam. Fəsl-i salis. Burada qoyaq qalsın, qeydək o üstdəki səhifədə bir qıraq yazı yazmışdı. Görək o nədir? Bunu əgər eləyə bilsək, bundan biraz oxusaq, məncə cəlib olar. Və dəxi məlum ola ki, ruhdə hökm-i xəfiyyə haqqı bunca əsbab və alat-ı səadət vəz buyurulmuşdur. Amma qalib insanidə yencə əsbab və alat-ı şəqavət vəz buyurulmuşdur. İkisi bilə bir nütfədə vəz olunmuşdur. Yəni rəhmə vəz olunan nütfədə səadət və şəqavətə istedad vardır. Amma insan min heysu innəhu insanun ruh ilə qalibdən mürəkkəb və ibarətdir. Ruh ilə qalibdən, ruh ilə qalibdən mürəkkəb və ibarətdir və hər mövlud fitrət-i İslam üzərinə mövlud olmuşdur. Vaxta ki insan mükəlləf olub, yəni vaxti buluğunda ihtiyar cüz'isin ruhun alatına sərf edirsə, Haqqı Teala Həzretləri səadət yolunu xəlq edər, qalibin alatına tərəf sərf edərsə, şəqavət yolun xəlq edər. Binaən əleyhi əs-səidu qəd yəşqi və şəqiyyu qəd yəs'ədudur. Bu surətdə əs-səidu səidun fi bətni ummihi və şəqiyyu şəqiyyun fi bətni ummihidir. Heynilərindən münafat yoxdur. Təəmmül olunsun. Burada bir şey gətirib deyir, bunda düşünün, görün ki, bu nədir? Bir söz deyir. Kitabın mətni çox sadə və çox gözəl bir türkcə ilə yazılıbdır. Oxumağından ləzzət aparıram. Mən istəyirəm ki, bunu davam eləyim. Görək nə olur. Fəsl-i salis, bu fəsli növ-i bəni Adəmin ərvahına
الستو بربکم خطابی bu ayədir. Ələstu birabbikum xitabi توضیح buyurulduğu anda ərvah ya aleyhisselam və ərvah awliya və avam müminin cümləsi xitab can qulağı ilə məlumləri olduqda bəla dedilər. Bəli, həman bəla ya bəli dedilər. Bəli zahirən türkcə söz deyil, belə nəzərə gəlir. Ərəbcədən bəlad vardı, ehtimalən o bəli şəklində gəlir türkcəyə. Yəni mən sizin Rəbbinizim, mən sizin Rəbbiniz və təkrib və tənriniz deyilmiyəm diye buyurulduqda bəli Rəbbimizsin dedilər. İlla sinfi rabi olan kafir və münafiqlər nəəm dedilər. Yəni Rəbbimiz deyilsən dedilər. Bundan sonra məlum ola ki, müti və asiləri kendilərinə bildirmək üçün ehbitu minha cəmiən xitabi gəldi. Ehbitu, cəhənnəm olun, düşün aşağı. Mən dedim cəhənnəm, əlbəttə cəhənnəm deyil. Ehbitu yəni gedin aşağıya, düşün aşağıya. Ehbitu minha cəmiən, hamımız buradan uzaqlaşın. Xitabı gəldi. Yəni cəmiünüz aləmə ərvahidən bu aləmə əcsamə qalibə girib nətəkim bəli deyənlərin kizb-ü sidqi təcrübə və kendilərini gördülər, bildirmək muamilə-i imtihan edərək nətəkim buyurulmuşdur. Və lənəbluvennekum bi şey'in minəl xawfi vəl cu'i və naqsin minəl anvali və illə nəfs və səmərati vəl bəşri və bəşri sabirin. Yəni sədaqətdə subat dəvasın qilənlər və təriq vəfada laf istiqamət ürüb şərəfi imtiyaza talib olanlar əgərçə səhaif etiqadınız bizə roşəndir və keyfiyyət rüsuxi suluh və fəsadınız bizə zahir və aşkardır. Amma sizlərə dəxil məlum olmaq üçün sizləri imtihan ibadət üçün benim uqubat-ı uxreviyyəmdən ya zuhuri rütbeyi təslim-i təvəkkül üçün təznin məsaib dünyeviyyədən tərnin məsaib ehtimalən olsun, məsaib dünyeviyyədən inkisar olacaq ehtimalən, inkisar suləti qəvami şəhəviyyə qəhət ya da və təamidən ya nəfaz əhkam şər'iyyə üçün irtikab siyamidən və nəqs minəl ənval ki ibarətdir ya bəyan izhar üçün ixrac xums zəkatdən ya kəsr tuğyan nəfs üçün tarac havadisatdən və illa vəl ənfus ol ibarətdir ya vasitəyi kühulətdə تنقیس قوای نفسانیدن یا وسیله امراض لتعلیل جوارح جسمانیدن و ثمرات اول عبارتدر یا قلت فواکهدن چی نتیجه باغ بستاندر یا فوت اولاددن که ثمره شجری نوع انساندن و مراتب امتحاندن بیان olunduktan sonra buyurulmuştur ve beşir sabirin yani beşarettir şul sabirlərə ki əgər vaqi olsa bir müsibət onlar kəmal təslim və itaətdə dirlər ki yəni məbdə-i vücudumuz xaliq əkbərdir və aqibətül əmr ana rücuumuz müqərrərdir. Hər ayinə bu ayət-i kərimə fəhvasından və bu ibarət-i şərifə imasından burada bir şey yazıb aparıqlar. Şərife imasından müstəfad olan və lənəbluvennekum buyurmuşdur məsaibdə. Məsaib bir kitabın adıdır.
müstəfad olan yazıb səhih budur. Yəni buradakı bu qıraqda yazıbdır, deyir bu səhihdir. Üzr istəyirəm, mən bunu iştibah oxumuşam. Bir də gedim daldan oxuyum. Çünki çoxu uzun oxudum, uzun deyil. O da bir ayrı cümlələrində ki, elə yaddan çıxıbdı, gəlib burada. Əlbəttə qələt. Üstünə xətt çəkib gəlib burada qıraqda yazıbdı. İkisini mən qatışdırdım bir-birinə. Deyir ki, yəni məbdə-i vücudumuz xaliq əkbərdir və aqibətül əmr ana rücuumuz müqərrərdir. Hər ayinə bu ayət-i kərimə fəhvasından və bu ibarət-i şərifə imasından müstəfad olan oldur ki, âmme-i ibarətə umumi bulaşmışdır. Yəni bulaşmışdır ehtimalən. Bulaşmışdır və cəmi ərbabi salahu fəsad imtihan üçün yenə burada xətt çəkib bir dənə kəlmənin üstünə gəlib qırıqdır və lənəbluvənəkum buyurulmuşdur məsayibdə və əmən təmkini tutub müztərib olmayanlar və məsadir-i nəvayində və məsadir nəvayibdə xatir təskin verib izhar cəz'i qılmayanlar təşrifi bişarət bulmuşdur və müstəhəqqi tevfiqə təqarrub olmuşlar. Bəs bu təfsilidən məlum oldu ki, saliklərə bəlkə âmme-i müminə lazım olur ki, əbd-i ubudiyyətdə kemal istiqamət və mevlasına təslim və kemal itaət ilə təhsil rıza meydanında kəmərbənd təslim ilə muqtəzi ubudiyyətdən bir an qəflət etməyib surətən zuhur edən qəhri içində lütfi və cəlali indində cəmali və haqqında inayət Rəbbi müşahidə etməkdən bir an təzahül etməyib bəsər və bəsirətini bir yerə cəm etməklə mərifətullahə səy eyləyərək eyni ibrət kəndüyə zahir və bida ola ki, hətta nəfsinə mərifət hasıl olduqdan sonra mərifətullah müyəssər ola inşallah taala. Fəsl rabi. Tamam. Gedirəm o birisi kitaba baxaq, görək ki, əgər eləyə bilsək əlbəttə icazə versə gedək bu o birisi kitaba baxmağa. Gedək o birisi burada bir dairə var idi, o dairəni də oxuyaq, görək ki, nədir? Biraz bunu yekəldək, görək ki, aləm-i lahuti talibdir və sahibinə sahibi qəlb-i səlim dərlər. 7-ci safiyədir. Bu mərtəbədə olan mürid cəmül cəm'il dərlər və ana qeybul qeyb dəxi dərlər və sahibinə qəlb-i rəhmani dərlər. Surəti budur. Onun burada 7 dənə mərhələdən danışıbdı. Biz onları heç birisini oxumadığımız üçün indi gəlirik burada bu dairənin içində onu çox gözəl nəqqaşı çəkibdi. Nəqqaşı deməyək, onu çəkib yazıb da əgər eləyə bilsək müridi cəmül cəm ra qəlb rəhmani əqləbi nədir? Qəşəng oxuyun. Mümini ehtimalən bu əşğadan üstü oxunacaqdır. Belə görünür ki, qasidül həram sərfi du təfsir ammə talibil məşi və zünəfsil ləvvamə. Qasidül həram lisərfi və nəfsi burada bir şeydə amma oxuya bilmirəm. İkincisi talibil məşyi zu nəfsi ləvvamə. O da zu olacaq aşağıdakı. Müminül muhilil mübah və sahibi nəfsil mülhəmə. Bu 3-cü mərhələsidir. Müridi kelalü sərfi və sahibi nəfsil mutmainnə. Talibi ilmil cəbərut zu qəlbil mutmainnə. Mümini alim
للهوتی ذات قلب سلیم və müridi cəmi cəmii za qalb rəhmani. Bunlar hər halda mən oxumadığım üçün də bunları deyə bilmirəm ki, məsələn burada 6-cısını görürük, əlbəttə o birisilər görsəydi oxuyardıq, amma bu o 7 mərhələsin burada yazır. Mən bunu bir zərə qeysəm daliyə bəlkə taparam. Yəni neçədir ki, Həzrəti təriq-i sulukidə birər məsləki və birər məşrəbi vardır. Nitekim Həzrəti Cüneyd Bəğdadidən mərvidir. Ət-turqu iləllah bi ədədi ənfasil xəlayiq. Allaha gedən yol insanların sayı qədərdir. Deyib buyurdu və dəxi bəzi ibaratında buyururlar Ət-təriqu iləllahi vahidə vəl-məşrəbu müxtəlifə. Yəni demək olur ki, Haqq Subhanahu və Teala Həzrətlərinə irfan və vəslət səbəblərinə böyle məxluqatın ənfasi ədədincə irfan təriqətləri vardır. Lakin cümləsi təriqi haqq olmada birdir. Burada bir kəlmənin üstünə xətt çəkibdir. İxtilaf məşrəb həsəbi ilə birdir. İxtilaf məşrəb həsəbi ilədir. Cümləsi Resulullah sallallahu aleyhi və səlləmdən tələqqi olmuşdur. Küllühüm mültəmissun min Resulullah ürfən minəl bəhri urşəfa minəd-dəym. Zira zikri xəfii Siddiq Əkbər Əbu Bəkr rəziyallahu anhu Həzrətlərinə təlim və təlqin buyurmuşlardır. Hətta ona mənsub olan təriqlər birər məslək ittixaz və təriqi mücahidədə və müdavimət əsma-i ilahiyyədə birər səbəbi ictihad eyləmişlərdir. Nəqşibəndiyə və sairi təriqi xəfiyyə ki ancaq əzkarləri zikr qəlbi olanlar gibi və zikr cəhrii Həzreti Əli şərramallahu vəcəhu və rəziyallahu anhu Həzrətlərinə təlqin buyurmuşlar. Onlar dahi Həsən-i Bəsri Həzrətlərinə təlim buyurduklarından sonra yədən bi yədin cümləyi əhli təcrid böyle gəlmişdir. Nəkun təkəssür təriq. Lakin təkəssıra təriqu hər bir əhli Allahın təriqi haqqə vasil və məsləki irfana nail olmasının təriqində mən çox getmişəm, ehtimalən qabağa getmişəm. Vəzin ki, daliyə gedən bunu oxuyam. Getmişəm qabaqdan, qabağa getmişəm. Hər halda istirdim o 7 mərhələni burada görüm harada yazırdı. İkincisini gördüm. Fəsli tasi. Tamam, bunları geçək. Çünki istəyirəm ki, o birisi kitablarında hərəsindən biraz oxuyaq, görək ki çox gözəl yazılıbdır, çox gözəl ədəbiyyata sahibdir, dil gözəldir, qələm çox gözəldir. Heyf bu kitabın əslindən əksi yoxdur. Əgər bu kitabın əslindən əksi ola, çox gözəl olar adam. Acaba geçmiş yox qalır, 60'da idi o, 61'də idi, qutarırdı. Burada qutarır bu kitab, bunu biraz yekəldək, buradan biraz oxuyaq, görək ki, burada bir tarix tapar bilirik burada. Şül mənayı qəsd edər ki, əsma-i ilahiyyədən əsma-i cəlali əsma-i cəlali zikri heysiyyətindən cavuk ilə təcəlli qılar. Ya cəlal ilə təcəlli qılar və mən zəkərəhu bi əsma-il cəmalir yətəcəllə ləhul bil cəmal. Şül kimsənə ki, Haqqı Teala Həzrətlərini əsma-i cəmal ilə zikr edərsə, cəmal ilə təcəlli edər deməkdir. Və huvə mə'əz-zâkiri və şahidi fi məşhədil faraq
Haqqı Subhanahu və Teala Həzrətləri ərbab firaq və təmizdən olan zakir və şuhud haqqı malik olan kimsənin məşhəd fərqində belədir. Bu məqamə məqami fərq və məqami cəm'ül dərlər vəl cəm'u ya xudi məqam cəm'ində, yəni məşhəd cəm'ində belədir deməkdir. Bilə yəni bərabər, ba həm. Bilədir deməkdir. Bu lətaifi haqqi və əmri zuqi olan məanini tefhim qabil eyliyə bu qədər olur. Həman Allah Subhanahu və Teala Həzrətləri cümləyi əhl-i suluk olan evlad-ı qəlbiyələrimizə zövqən bildirə. Amin. Be hurmet seyyidina ve şeyhina seyyid Abdülkadir el-Cilani ve nefa'na bihimmətihil ali ila təmmət. Təəssüflə kitabın sonunda bir şey yazmadı. Əvvəlində əlbəttə özünü mərif elədi. Tarixi də dedi. Bizi tarixi yazdıq. Bu kitab görək nədir? Bu kitabın adı üstə yazılıb, amma silinibdir. Cəlibdir ki, bu Bismillah vəhdə deyibdir. Bismillah vəhdə. Bunun üstündə bir şeylər çəkib nəqqaşilər. Orada bir yazılar yazmışmışlar. Bir nəfər onu bəlkə də bilmirəm, deməyək namərdlik elibdir. Namərdlik elib, onu silibdir. Heyf. Burada nütqi şərifi Həzrəti Nəməni Muhammədini oxuram orada. 2 heyf. Əlbəttə bunu bir şey olsa, əsli kitab olsa, bunu ehtimalən o xətçilər eləyə bilərlər, oxusunlar. Burada nə yazılmışmış? Mən başara bilmərəm. Çünki təqribən görsənmir. Təqribən yəni 95% görsənmir. 5% ki orada görsən bir şeyə bənzədir, adam onu oxur. Amma dedim, onlar ki xətşünasdılar, onlar bunu oxuyarlar. Mən yox. Bismillahil vahid deyə vəhdə olacaqdır. Şeyxül Əkbər Mühyiddin İbn Ərəbi Quddəsə Sirruhul Əziz Eydərdir əlbəttə. Eydər yəni deyər. Haqqı Teala bana dedi kim? Haqq əlini hacətə götürüb dərgahımıza ya Rəbb bəni öldür deyə idi. Agah olalım ki ola kim? İnsan şərəfiyyəti əvvəl vaxt təhsil qıldı kim? Haqqı Teala vaxta ki aləmi ədəmdən vücuda gətirdi. Cümləyi məxluqata kəndinin mərifətün ərz etdi. Heç biri qəbul qılmadı. İnsan cümləyi mövcudatdan mümtaz olub ol əmanə vəl cibali fəəbyənə ya əbəynə ehtimalə beləsi olacaq. Ən yəhmilnəha daşəfəgən minha və həmələhəl insanı innəhu kanə zəlumən cuhuda. Bu bir ayə olacaq, amma mən burada oxuya bilmədim. İnna ərəznəl əmanətə ələs səmavati vəl-ərzi vəl-cibali fəəbyənə ən la yəhmilnəha daşəfəgən minha və həməhələ insanı innəhu kanə zəlumən cəhuda. Pəs ondan qeyridən ol istedad yoxdur kim ol əmanəti qəbul qılıb. İnnəlləhə yəəmrukum ən tuəddül əmanətə ilə əhliha. Hökmüncə əmanəti sahibi tələb qıldığı vaxt təslim edə. Çünki insanda ol xasiyyət vardır ki tələb olunduğu vaxt təslim etməkdir. Ərz olunduğu gibi qəbul qıldı. İmdi ol əmanət bəziləri idər əqlidir.
Bəzilər deyirlər o əmanət ki verildi, o indi ol əmanət, bir də bunu oxuyaq. Arz olunduğu gibi kabul kıldı. İndi ol emanet bazıları eyder aklidir. Daim mülahizi hakta olasan ve bazılar eyder imandır. Bazılar deyiblər o emanet imandır. Ve bazılar eyder ilmidir. Üçü de bakın akl, iman, ilm. Kasb ve kemal ilme olur. Eğer ilm olsa ve bazılar eyder ilmidir. Kəsb və kəmal ilmlə olur. Pəs insan bu dörd nəsnə ilə mövcudatdan mümtaz oldu. Nə mənədir? Əqlidir, imandır, elmidir. O hanı dördüncüsünə kəsb kəmal ilmlə. 3 dənə oldu. Mən niyə bu 4 dənə deyir bə? Kəsb və kəmal ilm olur. Pəs insan bu dörd nəsnə ilə mövcudatdan mümtaz oldu. Biri ruhdur. Ana ve nefaktu fihi min ruhi. Buradan sayır. Buradan sayır. O 3 tane ki orada demişti. Onlar değil. Pes insan bu 4 nesne ile mevcudatımızı əqlidir. 1, 2. Əqlidir ki el-əqli nuri fil qalb. El-əqli nuri fil qalb. Əql mənim nurumdur qəlbidə. Və ruhun dəxi şərrun fi əqlidir. Ruh özü də ve ruhun dahi şer fiqe aklidir. Hakkı Teala'nın zatini ve sıfatını bilmektir. Zatine ve sıfatine layık olmayan sıfatlerden tenziye etmektir. Ve alleme Adem'el esma'e küllaha mektebinde esma-i eşyayı öğrenip, burada bizim dilimizde deyibdir. Normalde Osmanlı'da deyirlər öğrenip. Burada yazıb əlbəttə burada deyil o cür yazıbdır. Mən dedim ki, mən iştibatda oxudum. Öğrenip xazini külliyeye alim olmaqdır. Bu məqule nesni insaniden gayrədə bulunmaz ve bir dahi imandır ki Hakkı Celle ve Ala Hazretleri cemal nurinin işrakidir ki gögül köyünde tulu eder. Gönül göğünde tulu eder. Zulmü küfrini mahveder. Ol dahi insanidedir. Pes ol şerefiyet ruhi izafidir. Hasıl oldu. İkinci emanet pes biri ruhdur. İkinci emanet yükün can ergesinde getirmektir. Hasıl oldu. Üçüncü aklidir ve dahi insan nüskhi cami'dir. Hakkın zatine ve sıfatine mezher olup sair mevcudat khassa bir isim ve bir sıfata mezher olmuştur. Yaxud dahi artıqdır. Amma insan mezheri cemiyül esma ve sıfatıdır. Cümle-i mevcudat insan için vücuda geldi. Hakkı Teala insanide zahir olduğu gibi bir şeyde zahir olmadı. La cerem insan cümle-i mevcudattan mümtaz oldu. La ilahe illallah manayı evvel yani ibadete layık Allah'dan gayri yoktur. Manayı sani her gönülde yani her gönülde maksud yoktur. Her ne kadar ol gönül maksudini gayri itikad etse de manayı salis ondan gayri mevcud yoktur. Yani her vücudun hakikati oldur. İsimler itibarıyla gayri ve hem vahm olunursa da indi arife lazımdır ki gögülünde hakkın gayri mevcud vardır. Tevehhümün nefi edip her vücudu zahira ve batina hakkın ediken ispat ede ta ki tevhid tamam ola ve illa yalnız delile tevhid avamidir ve illa yalnız diliyle tevhid avamidir. Makbuliyeti yine avam arasıdır.
isbat lazım olan hak vücudidir ki sen de ve cümle de bunu din oldur. Bunu din oldur. Allah isimlerinden bir ismidir. Allah isimlerinden bir ismidir ki cümleyi delalet eder. Cümleye delalet eder. Bundan gayri isimler ancak her biri başka birer manaya delalet eder. Mesela Rahman, Rahime, Rahim, Gafure, Gafur, Şekure, Şekur delalet etmez. Ama lafz Allah cemi esma ilahiyeye delalet eder. Onun için buna ismi zat-ı müstecmi cemi sıfat denir. Tamam. Fikir edirəm ki, buracanda bundan oxuduq. O birisi kitaba geçək. Əlbəttə bu kitab çox qıssaymış. Yəni oxuyub bunu qutara bilərmişik. Qutarır bu burada. Bunu oxuyayım. Amma lafz Allah cəmi əsma ilahiyyə dəlalət edər. Onun üçün buna ismi zat-ı müstecmi cəmi sıfat denir. İndi Allah öyle Allah'ıdır ki yalnız göklərdə və dəryalarda ya sağda ya solda və ya öndə və ya ardada istemək cəhlidir. Bəlkə cəhati as-sitt 6 cəhət. Biz məmulən sağ sol qabaq dalı bilirik, amma aşağı ilə üstü bilmirik. Buna görə 6-dır. As-sitt aləmi şəhadətdir. Aləmi məlakutidə və cəbarutidə və lahutidə cəhat yoxdur. Cəhat ancaq aləmi şəhadətdədir. Haqq isə hər varın birisi olmaqdan münezzəhdir. Məsələn, Zeydün əlinə, ya ayağına, ya gözünə, ya qulağına, ya ağzına şürəsidir edərlər. İndi ol kimsənin bir saat fikri xeyrilidir. Qeyrilərin bir sənə dili ilə zikrindən ki bu fikri ilə olmaya, bu ilə camilik yüzünden ola. Fikri sahibini cəzəbiyə yetiştirir ki cəzəbətu min cəzəbatur rəhman təvazi əməl səqəleynidir. Yəni Allah cəzəbələrindən bir cəzəbə cümləyi insi cinnin əməlinə bərabərdir. İndi bu camiiyyətdə haqqı bölünməz illa yenə kəndində bölünür. Zinhar insandan gayridə bulurun sanıp bilməsin, yəni bulurun sanıp yürülmə. Zira şəcərün varvarı meyvəsidir. Şəcərdən murad və məqsud meyvə olduğu gibi varlıqdan məqsud haqqdır. Haqqın isə zuhur tammi insan kamildir. Fafham, düşün bunu. Ey talip sana bilirim az gayri vahm arız oldu ki. Ey talip sana bilirim gayri vahm arız oldu ki bu xalqın məcmuisi bir uğurdan Allah ola. Haşa fehaşa xilaf fahm edersen yaqinun şöyle olsun ki xalq hak olmaz. Abedül abad gözün gördüğünü benim mi diyersin? Dilek söylediğin benim mi dersen benimdir isen şeytan olursun. El-hak eğer haktır der isen hakkı buldun. Ne olur buna? O olur hakikatte. Ne eğer haktır dersen hakkı buldun. Ne olur buna? Bu olur. Bu ne? Eğer haktır dersen hakkı buldun. Ne olur? Bu
bu ol olur. Həqiqətdə budur. Vəhdət də ki, yol cümlə əhlullahə izamın etiqadı böylədir. Nəhayət xəlqidə əsla vücud bulmadıqlarından nəhayət xəlqidə əsla vücud bulmadıqlarından vücudun varını haqqa isbat edersən, sanırsın ki xəlqə haqqdirlər. Öyle sanıp vəhmə düşmə. Bu ilə gələnə anlayasın və anlayasın. Böyle yani bu ilə gələnə anlayasın və illa bəyanda qalırsın. Zira benim canım vücudun qoxusun toymamıştır yani almamıştır, düşünmemiştir. Vücud Allah'ındır. Sen xalqın sanırsın. Nəhayət vücud xalq surətində göründü. Xalq ilə zənn etdiyin vücudi xalq ola. Haqq zuhura gəlmək istədi. Kəndinə münasib bir vücud bulmadığı anınla bu aləmdə zuhur edər. Şeir. أخذت نارا بيدي وزعتها في كبدي إلى من أشكو سيدي أحرقت قلبي بيدي. Tamam, burada qurtardı. O birisi kitaba geçirik. Bu balaca kitabı qurtardıq aslında. Bir balaca 4 səhifəlik bir şeydi. Oxuduq, qurtardıq. Gedirik bu birisi kitaba. Bunun da əlbəttə bir şey yazıb burada əlini, mənə belə bir şey yazıbdı, gedibdi. Bunun bir səhifəsini oxuyaq, görək ki, bu kitab nə haqqındadır. Bismillahirrahmanirrahim. Həmd olsun ol Allaha ki, cəmi məxluqatı xəlq etdi ki, etdikindən sonra məxluqat əmr üzərinə olsunlar üçün kütüb inzal edib və dəxi peyğəmbərlər göndərib təriq-i müstəqimə irşad üçün xüsusa ki ol məhbub ali Həzrəti Muhammed Mustafa sallallahu aleyhi və səlləmi irsal eylədi ümmətini irşad üçün. Zira nəfsi islah olmayacaq insan məarif ilahiyyəyə vasıl olmaz. Onun üçün ki Habib-i Əkrəm və Nəbi-i Möhtərəm sallallahu teala aleyhi və səlləm buyurmuşlardır ki mən ərəfə nəfsə fəqət ərəfə rəbbəh və bunlardan sonra əshab-ı güzin və uləma-i əhl-i yəqin gəldilər. İrşad ümmət üçün gəldilər. Rəhmətullah aleyhim əcməin. Və bunlardan sonra xulefai raşidin və müqtedai nədir? Və müqtedai əhli yəqin gəlib əhl-i İslami canibi haqqa irşad eylədilər və məşayix izam dəxi gəlib talibi haqq olanlara sələfdən gördükləri yolu göstərib və vaqiələrində hər gün kəsb etdikləri bir şəklə təməssül edib Həzrəti Haqqı Cəllə və Əla bunları təhzib və təthhir əxlaq üçün və islahi nəfs üçün göstərir mürid olan kimsənəyə mürşid dəxi olan ol müridin vaqiəsi qənqi dairədəndir. Bilib bunun üzərini təbir edib irşad edələr. Öyle olduysa bu fəqir kimdir gene? Adın burada deyir, bu 3-cü kitabdır, ehtimal verirəm. Bu fəqir əlhal
bu fəqirulhal el-muhtac ilə rəhmətullah el-məlik el-mütəal və adın yazmadı. Bəzi qərandaşlar dedilər ki, vaqiələrimiz görürüz, amma siz buyurdunuz 7 dairenin gengisinde 7 dairenin gengisinden olduğun bilmeziz ve daire nedir tefsil eydi verek dediklerinde binaen aleyhi bu zayıf dahi 7 daire ki meşayih nefsi hakkında beyan etmişlerdir ve o dairenin isimleri nedir beyan edelim. Talib hak olanlara o daire ki qabaqca demişdir 7 dana onu burada genelleştir. Hak olanlara ıslah etmeye hirs hasıl olup ve vaqiələri gengi daireden olduğun bildikten sonra əhl olanlara müracaat edib təhsil maarif və kəsb təriq həqiqət üçün və ol 7 dairenin hər biri səndən necə şəkillər görünür və vaqiələrində bunların hər birisinin bir daire içində tərtib etdik, bəyan olunur be'onillah Teala. Əvvəl 7 sıfatın əvvəlkisi. Ol 7 sıfatın əvvəlkisi amma burada bir dənə dəh yazıbdır ya deh yazıbdır. Amma da sıfəh 7'dir. Bu nə mənə demək? Amma da sıfəh 7'dir. İkincisi ləvvamə. Ammare sıfətidir. Okey. Əvvəlkisi ammare sıfətidir. Amma orada rə düşüb üstündə yazıbdır. Ammare olubdur. Ammare sıfətidir. İkincisi ləvvamə sıfətidir. Üçüncüsü məlhəmə sıfətidir. Dördüncüsü mütmainnə sıfətidir. Beşincisi raziyə sıfətidir. Altıncısı mərziyə sıfətidir. Yedincisi nəfs-i safi diye adı verdilər. Tamam. İndi burada qıraqda bir ədədlər yazıb gedək onlara da baxaq. Ona da tarix qoyubdur 1054. Beləsi oxuyaq. Amma yox, o deyil. Bunu baxaq görək nədir. Mətləb üçün bu mətləb üçün dəf bəla üçün ya lətif deyəsən 140 dəfə ehtimalən. Təhsil mal üçün ya qəni 1070 dəfə. Husul murad ya mu'ta üçün 150 dəfə. Ya mu'ta. Husul murad üçün ya mu'ta. Ha, okey, indi anladım. Mətləb üçün, yəni mətləb burada ne? O şey ki istirsən, murad üçün, istədiğin üçün, arzun üçün, bu dəf-i bəla üçün, dəf olsun, ya lətif deyə 140 dəfə ya lətif o, ya lətif o, ya lətif. Təhsil mal üçün ya qəni o, ya qəni o, ya qəni 170 kərə. Husul murad ya mu'ta üçün 150 dəfə, husul murad üçün ya mu'ta. Muradın nədir? Onu ələ gətirmək üçün ya mu'ta 150 kərə. Dəf-i əda üçün ya dafi 166 kərə yazıbdır. Fərəh üçün, şadlıq üçün ya fəttah 500. Tamam. Bunlar bu cür bir şeylər üçün bir şeylər burada yazıblar. Biz bilmirik. Çünki biz bu aləmlərdən uzaq olmuşuq. Vaqəən bilmirik ki, bunlar doğrudurlar ya doğru deyirlər. Çünki bunlar bir şeylərdirlər ki, tarixdə də bunlardan bizə yaxşı bir şey gəlməyib burada. İnsan rüyasında zikr olunan heyvanlar şeklini görsə, əmmare şekli olur. Bu sıfat ilə müttəsəf olur. Xinzir və fil və kəlb, yılan, əqrəb, qara ya fare və kəhlə, mürəkkəb arusi ya mərkəb arusi, yüng, əmsali, amma cəmaatidən olanlardan abi,
Abxane nə mənə burada vardı? Əsrar Əfyun. Tamam, bunlar da bir ayrı bir şeylərdir ki, bunların içində yazıbdır. Nədirlər? Bunları da bilmədiyimiz üçün və oxumadığımız üçün. Gedək o bir səhifəyə görək ki, o bir səhifədə nə var? Bu kitabın son səhifəsindən biraz oxuyaq, görək ki, nədir? Məsələn, insan rüyasında yağmur görsə rəhmətullahdır. Qar görsə rəhmətullah mübaliğədir. Ərməqlər görsə, irməqlər, bulaqlar, irməqlər görsə ya çay görsə, ərx, çay, bunlar görsə, irməqlər görsə və dəryalar və çeşmələr, bunları görmək ixlas sıfatidir. Və qəlbin qinası səfatidir və kəşf süluk dairəsidir. Murid olan kimsənəyə mürşidi Qəhhar ismini təlim edə. Deyir, bu mərhələyə yetişsə buna Qəhhar ismi veriləcəkdir. Qət'i dairə üçün bu miqdar ilə iktifa olundu. Zira bunları zəbt etmək müşkül şeydir. Ancaq həman əhl-i haqq olanlara qənbiyə üçün ya burada nə mənədir onu bilmədim. Bu qədər kafidir. Təmmət tarixi 1234 1224 üzr istəyirəm. Burada da 1224-cü tarixi burada vurubdur buna. Bu həman tarixdə ki, elə Məhərrəmdə yazdığı tarixdə buna vurulubdur. 21-i bəli, 21 də görsənir 1224 bu kitabda görsənir. Gedək o birisi kitabdan Risale-i Sirr-i Dövran. Bundan biraz oxuyaq, görək ki, bu risalə. Təlifi, bunu kim yazıbdır? Təlifi Şeyx Sirr Abdülqadir ibn Şeyx Əş-Şəhid Abdullah ibn Şeyx Əşrəf Sani ibn Şeyx Lütfullah ibn Şeyx Sirrəli ibn Şeyx Pir Həmdi ibn Şeyx Abdurrahim Tərsi və Kərimzadə Əş-Şeyx Abdullah ibn Əşrəf Rumi Əzinəqi Əl-Qadiri Qəddisallah Əsrarəhum. Bir belə adam bunun başdakı təlifi Şeyx Sirr Abdülqadir ibn Sirr Abdülqadir. Yəni bunda bu təlifi yazan odur. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Bundan da biraz oxuyaq. Gedək görək nə var. Hamdən ləkə Allahümmə əla ma cəəltəl həqiqətə mutlaqətən ində anil təqayyüdat şayətdə və təalluqat və müdəvvərətə fi dairətil vəhdəti li zuhuri nüquşil kainat və cəəltəhə zahirən fi surətil kəsrat həttə yəşhədə səvidəl arifin ənəl vücudə vahidun minəl əzəli iləl əbəd keyfə ma irtəsəmət təşəxxusat fi enواع الزوات و الصلاة و السلام علی حبیبه الذی کان فی مرتبت حقیقت جامعه. Burada bir de əlbəttə yazıb ki, və salatu və salam, bir də burada əs-sifat nüsxədə, bir nüsxədə bu sifat gəlibdir. Buna harda? Hə, orada şey ki minəl əzəli iləl əbədi keyfə ma ərtəsəmət təşəxxusat. Burada təşəxxusatın yəni bəzi yerdə ki, bəzi nüsxələrdə yazıblar əs-sifat ərtəsəmət sifat fi enواع الزوات və səlavat və salatu alə habibihi الذي كان في مرتبة حقيقة جامعة ولطيفة سارية بين الواحدة والكسرات في جميع الذوات والصفات وعلى آله وأصحابه الذين بلغوا غور التحقيقات
به نور الآیات اما بعد tardı معلum olsun ey talip hak ve aşık vets mütlak iş bu dövran ki meşayih izam ve evliya-i kiram rahimehumullah qədimdən vəz etmişlər və hər təriqət cəhri bu dövran ilə zikri ixtiyar edib hər bir kərdə, hər bir güruh məxsus bir gün təyin edib ol gündə icra-i usul qılır. İndi bu dövranın sirri nədir? Vaxtidən 60'dır. Vaqindən alınmışdır və niyə ustartlar به توفیق الله bu risaleyi işarətdir və nəyə işarətdir? İndi bu dövranın sirri nədir? Və qindən alınmışdır ya qəndən alınmışdır və nəyə işarətdir? به توفیق الله bu risaleyi yəsiriyə dövranın sirrin bəyan etsə gərək. Və lisan-ı ərəbi fəhmi çünki cümləyə müyəssər dəcüldür, faidəsi am olsun üçün lisan-ı türki ilə dərc olsa gərək. Görürsünüz, baxın, türkünün hətta bu kitablarda da genə deyir ki, ərəbinin adamlar baş tapırlar, bunun gərək öz dilində yazılsın. Ərəbi lisani və lisan-ı ərəbi fəhmi çünki cümləyə müyəssər dəcüldür, faidəsi am olsun üçün lisan-ı türki ilə dərc olsa gərək. Ta ki aşıqlar dövran ilə zikr etməkdə muradin nədükən bilsün. Muradı nədükən bilsünlər. Yalnız surətinə baxıb qalmasınlar. Bəlkə həqiqət yüzündə əslin bilsünlər. Zira bu zamanın uleması həqiqət yüzündə cühəlası bu dövranın. Çox gözəl söz. Eyni elə bir bu günləri bizə deyir. Deyir ki, ta ki aşıqlar dövran ilə zikr etməkdən muradı nədürkən bilsünlər. Yalnız surətinə baxıb qalmasınlar. Bəlkə həqiqət yüzündə əslin bilsünlər. Zira bu zamanın uleması həqiqət yüzündə cühəlası həqiqət yüzündə cühəlası bu dövranın ancaq surətini görüb həqiqətinə nəzər etməyib kimisi ləb və kimisi rəqsidir deyib cavablar edib. Əshab zövqi və ərbab şoqi tən taşinə tutub azim cəsarətlər edərlər. Burada bir şey yazıbdır. Buradan bir də oxusam əgər qabaqdan. Əshab zövqi və ərbab şoqi tən taşinə tutub az cənnəməkum və liyəməssənəkum minna azabun əlim qoli ərfi üzərə qoli bu ayə kimidir elə bir az ərcümənəkum və liyəməssənəkum ehtimalən belə bir şey minna azabun əlim qoli şərafi üzərinə nüsxə bir nüsxədə burası yazılıbdır. Burada düşübdür. Əzim cəsarətlər edirlər. Bu güftar nahəmvari istima edənlər təriqət-i əlliyə pirləri Evliyaullah və ricali inkar edib zikr-i şərifdən istinab eyliyə la ilahe illallah deməkə xof edərlər. Bu şinaəti əvvəl hər kim peyda etdisə huzur haqqda nə itablər çəksə gərəkdir. Haqq-ı Teala bizləri təriq-i rişadidən dur etməyə. Amin. Səbəbi tərqim risalə oldur ki, burası gəldi, gözəldir. Səbəbi tərqim risalə oldur ki, bəzi əhbab rica edərlər ki, sirr dövranın bizlər təlayi və
rəşhi həqiqəti xəlqi zikrün ətşani olub Allah və Rəsulə bu sirri dəqiqün bəyanın qiləsiz. Şöyle ki ürefa ve meşayih kibar ayan etmişler bu abdi ve cüzri ve cüzri purqusur gəlil vəzaəti təriqət illiyə üçün bir xidmət olmaq təsəvvürü ilə mütəvəkkilən Allah bu risale-i sirriyeyi cəm'ə ətv inan himmət qılıb naminə sırrı dövran verdük. İlahi cümləmizə nuri hidayət ehsan eyle. İş bu risale bir qəç bab və bir qəç fəsl üzərə təqrir mübtəni olmuşdur. Bab əvvəl ayat və əhadis ilə zikri zəhr ilə sübutin bəyan və hər cünə hərəkatda məxluq aqil zikr ilə mə'mur olduğun əyan. Şöyle ki usul təriqət illiyə anla numayan olur. Ani zikridir. Tamam. Bu da bu kitabın 72-ci səhifəsidir. Biraz qısaldım bunu görək. Və gedək ki, o birisi bu kitabın da sonuna baxaq. Sonundan biraz oxuyaq, görək ki, nə deyir. Son səhifəsinə gəldik. Amma buna görə ki, son səhifənin orasını oxuyaq, biraz buradan oxuyaq. Həsənatul əbrari, səyyiatul müqərrəbin. Mən bunu bir dana molladan eşitmişdim. O zaman ki, tələbə idim. Cümə məsciddə. Yadıma gəlir. Ayətullah Müslim Mələkuti çox siqar çəkərdi. O şey ki, mənim çox acığım gələr. Siqar çəkən adamdan acığım gələr, dostluğumu kəsərəm. Və çox əziyyət çəkərəm bu siqardan və siqar çəkəndən. Bu Ayətullah Müslim Mələkuti Allah rəhmət eləsin ölüb gedibdi. Özü yaxçı adam idi, evlatları bəlkə də heç bilmirəm, özü də bəlkə yaxçı adam deyildi, biz gördüyümüzü deyirik. Allah rəhmət eləsin deyək, biz o qismətə keçməyək. Bu çox siqar çəkərdi. Bir gün cümə məsciddə böyük bir şeydi, bir dana məşəddən bir Ayətullah gəlibdi, əmmaməsi 1 metrdir, elə zoraki bir döyür vurur, bir dana düyün vurur, buradan astır beləsi gəlir, ayaqyalın gəlir şeylə, dalda da nəvələri benzinlə gəlirlər. Bu yavaş-yavaş gəlir, çox vaxt ayaqyalın gəlir, bəzi vaxtlarda nəlin ilə gəlir. Arıq, cıqqılı boylu bir kişidir. Deyirlər, bu Gövhərşad məscidində olan hərəkatın lideriymiş. Belə deyirlər, bilmirəm ki. İndi adı da yadımda deyil, o zaman yadımda deyil. Neçə ildə olar? 40 il olar. Bəli, 40 il öncənin sözüdür. Çıxıb mənbərdə danışır, Müslüm Mələkutdə aşağıda siqar çəkir. O üstdən dedi ki, Müslüm, elə Müslüm, yəni Ayətullah, Hüccətül-İslam, belə bir şeylər yox. Müslüm, sən bu siqarı çəkərsən, o cavanlar əraq içməyə haqqları var. Hədisi oxudu. Həsənatul əbrari, səyyiatul müqərrəbin. Üzərə şərifə-i məkruhə olan təriqətdə haram olmaq qədər vardır. Çox gözəl bir şeydir. Həsənatul əbrar, səyyiatul müqərrəbin. Əbrar nə deməkdir? Mən bunları bilmirəm. Müqərrəbini də bilmirəm. Amma bunların yaxçı işləri müqərrəbinin günahlarıdır. Yəni deyir ki, nə mənə? Üzərə, yəni bu ayə, bu hədis üzərə ya bu şey üzərə şərifi, məkruh olan təriqətdə, işlərdə ki, təriqətdə məkruhdur, yəni onu görmək yaxçıdır, o işi görmək yaxçı sayılmır. Deyir, bu nədir? Haram olmaqdır, variddir, vardır. Əslində bu bir iddianın yanında haramdır. Yəni o məkruhatı əbrarlar görməyəcəklər. Ta o birisi insanlar deməsin ki, o tamam bu siqar çəkir, bizə tiryə çəkək məsələ. Bu oğurluq eləyir, bizdə bu məsələn
filan elə biz də oğurluq eləyək. Mütəəssifانə indi üstdə hamısı oğurluq eləyir. Onlar ki əbrar tanınırdılar toplamda. Molla, Ayətullah, İmam Cümə bunlar oğurluq elədiyi üçün aşağıda selindən aparırlar o mollalara bir şey verirlər. Yəni 1000 tümən oğurlayanda 1 tümən verirlər o mollalara. Beləsi bir oğurluqlar vardı. Ki onların səsi çıxmasın. Həsənatul əbrari, səyyiatul müqərrəbin üzərə şərifdə məkruh olan təriqətdə haram olmaq qədər vardır. Az cümlə qəbliyə qarşı durmaq. Qıbliyə qarşı durmaq. Az cümlə çox aşağıda bir şeylər deyir, amma bir şeylər deyir, istir bizə düşündür. Az cümlə qıbliyə qarşı durmaq. Tükürmək, üzrsən, tükürmək, tükürmək, tüh. Deyir qıbliyə qarşı, mənim də ağzım getdi o tərəfə. Tüh. Az cümlə qıbliyə qarşı tükürmək şəriətdə ədəbsizlikdir. Deyir ki, sən əgər qıbliyə tərəf tükürsən, o adam gedər işər, o birisi gedər ora filan iş görər. O yerə çatdılar ki, məsciddə zina elədilər. O cümlə qıbliyə qarşı tükürmək şəriətdə ədəbsizlikdir, amma təriqətdə haramdır. Sairlər buna qiyas olunə. O birisi işlərdə deyir, buna qiyas eləyin. Bundan ölçün. Dərviş gərəkdir ki, fərzi və sünnəti və adabı ziyadə gözdə qıbliyə qarşı ayaq azadıb yatmaya bir kimsəyə o qədər istir şey eləyə ki, deyir, hətta o tərəf sən ayağı uzadıb qıbliyə tərəf yatma. Dəruni kin etməyə, içərisində çiynə tutmaya, dəruni kin etməyə və riya etməyə, qəlbin pak eyləyə, hər nə qədər xoş rüyalar görsə, işim tamamıdır deyə qəlbinə gətirməyə. Təcəllilər olduqca tələbin ziyadə eyləyə, nasun rəğbətinə və dünyanın iqbalinə məğrur olmaya, qəlb xəzinəsin əğyar mühəbbətindən hifz eyləyə haqqı Teala cümləyi hidayətlər ehsan eyləyə amin. Təmmətür risalət-i şərifə bi unullahu Teala və hüsnü tevfiqi. 1162-də bu kitab yazılıbdır. 1162-də. Dedik ki, bu kitabın əslində görünür ki, 1224-də yazılıb, amma diqqət edəsək görürük ki, bu kitab ondan öncə yazılıb. Bu həddəqəl bu bölümü ondan öncə yazılıb. Yəni 1162-də yazılıbdır və 1311-də bunu Əl-Fəqir Seyyid Məhəmməd Nuri Əl-Qadiri fi Şəban Müəzzəm 1311-də bunu nüsxəliyibdir. Calibdir bu Nuri rəhmətlik özünün yazdığı, nüsxə qoyduğu tarixi o əl-yazı ki, onun üstündən yazıbdır, onun tarixini də yazıb, özünün yazdığını tarixi də yazıb, ta bəlli olsun ki, nə var, nə yox. Onu da oxuduq, bunu da bildik ki, bu kitab neçə yüz il bundan qabağın kitabıdır və beləsi. Amma keçdik o birisi kitaba, bu kitabın içində bir neçə kitab dedik vardı, risalə vardı. İndi bu birisində Kitab-ı Dəlil-u Bədəla və Dəftər-i Aşiqan. Bədəl olmayacaq bu. Əbdalın bədəli olacaq. Əbdal o bədəl, bədəl o olacaqdır. Əbdalın ki, amma niyə bu bədəl deyir? Burada yazıbdır. Mən onu yəni üçün düşünmürəm, bilmirəm ona görə. Kitab-ı Dəlil-i Bədəla və Bədəla və Dəftər-i Aşiqan و Seyr Arifan və Xiyal Nadan و Dilgüşay Taliban. Tərif qıyğısız Əbdal Sultan. Qıyğısız Əbdal Sultan adıdır bunun. Dərvişmiş. Bismillahirrahmanirrahim. Görək bu kitabda nə deyir? Adcəsini oxuyacağıq. Çünki fikrim 2 saatı keçdik bu günləri. Bu kitab çox gözəl olduğu üzrə aşiqan و Seyr Arifan و Xiyal Nadan و Dilgüşay Taliban deyinir. Zira əqlə sığmaz xəbərlərdir. Sığmaq yəni yerləşmək. Əqlə sığmaz xəbərlərdir
və əql, məaş, mərkəbi bu yolda ləngidir. Əql, məaş. Bu cür biz qazanmağa fikirləşirik. Tamam, əqlimiz burada işləyir ki, doğru da işləyir əlbəttə. Ki, dünyada bu yaşamı nə cür keçindirək? Deyir, bu əql onları düşünə bilməz. Bizim də hamımız bu əqlə giriftar olmuşuq. Və əql-i məaş, mərkəbi bu yolda ləngidir. Ləngi də bilirik da, yəni çolaqdır. Və bu əql-i məaş anadan gözsüz doğmuşdur. Və bu əql-i məaş anadan gözsüz doğuyor, kör doğubdur bu əql-i məaş. Doğmuşdur. Dünyada və axirətdə əmadır. Həm dünyada, həm axirətdə gözü əma kördür. Əqlin gözü kördür. Çox şeyi görməz. Burada bir kələmə yazıbdır. Sonra görüb ki, qələtdir, onun üstünə xətt çəkibdir. Deyir ki, ana Qur'an-ı Kərimi burada silibdir, yazıb ki, əgər sən ana 100 ayət Qur'an başdan başa oxuyasan, indi burada o ana Qur'an-ı Kərimi başdan başa oxuyub mənasını dəxi verəsən, yenə də qərar nədir? Bildiyi qeyri rəngə. Burada yenə görürük ki, çox yeri qərəliyibdir. Bunu o qərələri oxumayacağam. Çünki bizi qatışdırar, ona görə qeydirəm, əslini oxuyam. Əmadır. Əgər sən ana 100 ayət Qur'an oxuyub mənasını dəxi verəsən, yenə qərənində qərərin gedər. Bildici qeyri qərərin gedər, bildici qeyri rəngə inanmaz. Bildici qeyri rəngə inanmaz. Zehi nadan kim haqqı istər əql atinə yapışmışdır. Və əqli kəndiyə rəfiq etmiş aftab nurin bülüm deyü çalışır. Və bu əql məaş bir nəsnə kim bilmişdir. Həman budur deyib durmuşdur. Pəs bu əql məaş nə nəsnə kim bilmişdir, həman budur deyib durmuşdur. Deyir, bir şey ki bildi, ona ad qoydu, onun üstünə yapışar, tərpəşməz. Bu əql məaş bir nəsnə kim bilmişdir, həman budur deyib durmuşdur. Bilməz kim bu yer və bu gökdən özgə bir yer gök dəxi vardır ki, anda dürlü səni sitarələr, sün-i sitarələr var. Və ol yer ilə gök arasında iki dirəkli bir şəhər vardır. Bu da deyir ki, belə bir şəhər vardır. Ol şəhər ki miyan sirrullahidən bir nəsnə yemu, bir nəsnə dəymü. Əgər 1000 yıl dəxi ömrü olursa, bal yeməkdən nəsibi olmaya, bal dimnələ, bal deməklə ağız şirin olmaz. Bir də buranı oxuyaq. Bu əql məaş bir nəsnə kim bilmişdir, həman budur deyib durmuşdur. Bilməz kim bu yer və gökdən özgə bir yer gök dəxi vardır ki, anda dürlü sün-i sitarələr və ol yer ilə gök arasında iki dirəkli bir şəhər vardır ki, miyani sirri Allahidən bir nəsnədir. Döymək, əgər 1000 yıl dəxi ömrü olursa, bal yeməkdən nəsibi olmaya, bal deməklə ağız şirin olmaz. Və bu əql məaş bilməz ki, ariflərin gecəsi qədər və gecəsi qədr, gündüzləri eyd olmuşdur. Zira anın kim rəfiqi haqq olə Cəbrailün
göftügüsünü neylər? Gəl indi sən dəxi əql-i məaş eşitmədici sözlərdən xəbər al və anın görmədici yüzlərdən nəzər al. Burada bu kitabda çoxlu qələtlərin yazıbdır, üstünə xətt çəkibdir. Mən onları oxumuram, çünki bizə düşünməkdə müşkül icad elər. Və bu əql-i məaş ilə hər çənd ki cidd cəhd edər, ariflər mənzilinə yol bulmaz. Zira bu elmidə sərgərdandır və bu elmi əql-i məari olan, ehtimalən əql-i məaşi olacaqdır, məari görsənir burada. Əql-i məari olan bilir ki, buna məntiq-i teyr dərlər. Əql-i sari, zira bu elmidə sərgərdandır və bu elmi əql-i sari olan bilir ki, buna məntiq-i teyr dərlər. Bəs indi bu elmi gönül gözü açıq arif bilir ki, nə deməkdir? Zira bu əql-i məaş ancaq zahir memarlığın bilir, batın elmindən xəbəri yoxdur və mərifətullahidən bin söz dəxi eşidirsə göqlünə bir nəsnə danməz. Məgər kəndüyü kamillər və əhli dillər söhbətinə layiq edə takim bilmədiyi və eşitmədiyi nəsnə və mərtəbə belə mərtəbə bilə və anliyə. Pəs indi bir saat dana və arif söhbətinə girib məst olmaq 1000 yıl kəndi başına ibadət və riyazət qılmaqdan yekündür. Qavluhu Teala Allah'tan və inne ma yu'aduna və inne yawman inde rabbika ka'alfi senetin mimma ta'addun. Mümkün değildir bir kimsənə dana və arif məclisinə girmədən murada vasıl ola. Amma çoxları dahi girdilər, bir nəsnə fayda edəmədilər. Can gögüldən talib deyil idilər və ya müqəllidliyi ziyadə idi. Zira ata-ana təqlidi azim hicabıdır. Zira bu cəhanidən mərdilər geçər, namərdilər geçəməz. Və bu elmi dana bilir, nadanilər bilməz. Zira əql məadi, orada ki mən oxudum, məadmış, sari oxumuşam. Əql məadi yox kim anliyə və böylə xəbərləri xud eşitdiyi yoxdur. Bu elmidə sərgərdan qılmışdır. Arif gərək ki gibi bir ustadı yox kim anlədə. Tamam. Çox bundan da gedək görək ki, bu kitabın sonunda bir tarix də görə bilərik. Məncə bunlar çox cəlib bir kitablardılar, amma heyf. Bunun son səhifəsinə baxaq. Görək ki, necə qutarır bu bölüm. Mürşid-i kamil həkim-i haziqdir. Xəstənin mərəzini bilib, ol mərəzinə lazımdır edərlər. Və mürşid yollarda rəhbər gibidir. Hər kim mürşidə vasıl olduqda hər nə işlədir isə işləyə və hər nə işləmədirsə işləmə gərək. Dünyəvi və gərək uxrəvi. Onun əmrinə bel bağlayıb dünya və axirət sultanı olub cümlə məhləkələrdən əmin olasın.
تمت الكتاب به اون الله الملک المتعال. Müteessifane buna tarih. Bu risale burada xitam bulmaz ancak nisfidir. Daha bu qədər mabədi vardır. Qəflət olunmaya. Burada yazıb ki, kitabın burasında burada kitab qutarır zahirən, amma deyir ki, bu kitab burada qutarmır. Bunun davamı vardı. Bu bunun yarısıdır. Mütəəssifانه burada yoxdur. Burada da sonrası 1-2 səhifədə ayrı bir şeylər yazır. Mən onu bu bir səfərin ki, xətt də çox gözəldir. Bunu da bir oxuyayım. Allahümme salli ve sellim ala nuri seyyidina ve nebiyina Muhammedil Mustafa sallallahu aleyhi ve sellem. Allahümme salli ve sellim ala nuri ahihi ve ibni emmihi ve vesihi el-imam Aliyyil Murteza ve ala nuri ma'sumihi Muhammedil Ekber. Allahümme salli ve sellem ala nuri Hadicetil Kübra ve Fatimetil Zahra. Allahümme salli ve sellim ala nuril imamil Hasanel Mücteba ve ala nuri ma'sume Abdullah Ma'sumihil Abdullah. Allahümme salli ve sellem ala nuril İmam Hüseyin eşşehidi bi Kerbela ve ala nuri ma'sumihi Abdullah vel Qasim. Beləsi imamları zahirən burada deyir. Bəli, 12 imamı burada bir sayır. Görürəm axirəcan gedir. Bunlar olsun. Allahümme bihaqqil Hasani ve ahihi ve ceddihi ve abihi ve ummihi ve benihi neccina minel gammillezi ana fihi. Bismillahirrahmanirrahim. Burada geçirik bir ayrı bölüme. Bismillahirrahmanirrahim. Nadi aleyyen mazharil acayib. Nadi aleyyen mazharil acayib teciduhu أولا لك في النواتب إلى الله حاجتي في كل هم وغم سينجلي بحق الوحية يا الله يا الله يا الله وجنبوت bu nədir? Bunu biraz yekəllik görək, oxuya bilirik. Və cənbəvətük türkdür burası. Pəs burası türkü oxumuşam. Mən qeyd edəcəm də. Hacəti vi kulli həmin və qəmin yetəcəlla bihaqqi uluhiyyətikə ya Allah ya Allah ya Allah və cənnebutikə ya Muhammed ya Muhammed ya Muhammed və bivilayetikə ya Ali ya Ali ya Ali əntəhuli inayetikə دم أوليائي هو لا فتى إلا علي لا صيف إلا ذوالفقار يا علي يا أبا الحسن يا أبا التراب حل مشكلاتي سروري في وقت المنادل اللهم صل وسلم على نور سرور أنبياء حبيب خدا رسول كبرياء محمد مصطفى اللهم صل وسلم على نور شاه اولیاء نتیجی ما یوها ولی مجتبا ممدوح الاسرار لافتا امام علی المرتضی و علی نور معصومه الطاهر شاهد الاشهر محضرت معصوم محمد الاکبر اللهم صل وسلم على نور مطلع الشمس الزحى بدر الدجى منبع السر مصطفى خدیجة الکبرى و علی نور جنجینة غوری هدا حزینت درری ابها مسند nişini ismeti seba Fatimetü Zəhra Allahümme salli. Bunlar da yenə də gedir, yenə Şahid Kərbəla 14 məsumu burada sayır. Şiənin nəzəri ilə bunları gedir. Mən bunu biraz neylədim? Qatışdırdım. Bunu biraz kiçiklədim ki bir dənə də bu kitabda burada yəni bu dualar kiçik səfələrdir. Onlar da burada qutarır və burada gedir bir ayrı və kitab qutardır. Bu dua budur. Bu dua nə mənə duasıdır bilmirəm. Burada yazır ki əmma murid bu axirin oxuyaq bu səfərini görək ki, nə deyir. Amma Mərvidir Sultan Məşayix Mürşid Şalikin
Salikin, şalikin yazıb. Əlbəttə məndə günah yoxdur. Amma mərvidir sultanul məşayix, mürşidür şalikin, burhanul müştaqin, dəlilul arifin, kaşif əsrarul yəqin, məşriq zəmairi, nəsli qurrətul eyni, seyyidul aləmin, seyyid Buxara həzrətündən qəddisallahu sirrəhul əziz buyurur, hər kim ki bu duayı biki cinaq icinə iki bu dua iki yəni cin ya yeki cin cinaq içinə yazıb, bilmirəm ki, iki cin cinaq içinə yazıb ələmüssəbyan tutan oğlana yaxud böyük Adəmə itirsələr, yaxud yüzün ələn yüsələr, əlin yüzün əlin yüsələr və bəzi ağız yaralı ilə əlinə yazsələr, ağız yarı ilə əlinə yazsələr, Allah-u Teala izni ilə şəfa bulər. Bu da bir duadır, zahirən burada gətirir, onu yazır. Bunlar o kitaba bağlı deyil. Bunları əslində kitab harada qutarmışdı? Burada qutarmışdı kitab. Ki burada da yazdı ki, buradan burası. Buradan qalanının sonra ayrı adamlar yazıbdı. Özləri doldurublar bunu. Çox da gözəl xətt ilə yazıblar. Demirəm, xəttin izində müşkül yoxdur, amma burada bir şiə adamlar və biraz dua da şey eləyənlər burada götürüblər yazıblar. Mən də demirəm dua düzdür, qələtdir. Çünki mənim ağlım və duyğum ona çatmır da. Yəni çatmadığı yerə əlimizi uzatmayaq. Sallallahu əla Muhammedin və ali Muhammed. Allah sənə şükür olsun ki, bu günləri bu gözəllikdə, bu dərinlikdə, bu təxəssüsi kitaba məni tanış elədi. Nə yaxşı ki, dünənləri bu kitabı tələsə oxumamışam. Bu günləri bu kitabdan az olsa bu 2 saat, 1 saat yarım. Çünki yarım saat bu kitabın fəqət fiziki vəziyyətini, yəni kağızını tanıtdırmağa çalışmışdıq. Ondan keçərsək bu kitab çox bir gözəl kitabdır. 1 saat yarımda bunun ya 1 saat 3 rub, 1 saat 45 dəqiqədə bu kitabdan bir çoxlu səhifələr oxuduq. Yəni anlamasaq da dediklərin və yazarların, böyüklərin, irfan əhlinin yazaqlarını anlamasaq da oxumağına çalışdıq. Ağzımızı mübarək eləməyə çalışdıq. Beləliklə bu günümüzü sona gətiririk. Allahdan istəyirəm ki, bizə belə böyük adamların yazıları ilə, düşüncələri ilə, anlayışları ilə tanış eləməyi, oxumağı, yaşamağı nəsib eləsin. Amin. Amin deyənlər lal və acı içində ölməsin, olmasın və ölməsin. Bu ümidlə ki, Allah ömür versə bir ayrı kitab oxuyarıq. Hamımızı Allah'a tapşıraq.